Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci tarix test toplusunda yer alan Dünya Dövlətləri 19-20-ci əsrin əvvəlində Birinci Dünya Müharibəsi mövzusudur. Gəlin başlayaq. Birinci suala baxırıq. Özü idarə hüququnun müstəmləkə ölkəsi adlanır Dominion, Y variantı. 20-ci əsrin əvvəlində Dünya Maliyyə Mərkəzinə çevrilmişdi London. ABŞ-da vətəndaş müharibəsinin nəticəsi Şimal Ştatları qələbə qazanmışdı. Deməli, 3-də də düzgün cavab olur C variantı. 1861-65-ci illəri əhatə edir. ABŞ-da vətəndaş müharibəsi dövründə ləğv edildi quldarlıq. Yəni, Cənub Ştatlarında quldarlıq münasibətləri. Universitetlər haqqında qanunun mahiyyəti. Torpağı becərmək istəyən hər bir Amerikanın torpaq sahəsi ala bilməz C variantı. Monroe doktrinası və böyük dəyənək siyasətinin ümumcəhəti Latın Amerikasında ABŞ mövqeyinin güclənməsinə xidmət edirdi. 19-cu əsrin 50-ci illərində Hindistanda Taipinlər cinayətdir. Milli Konqres 1885-də Yaponiya və Almaniya geniş hüquqlar əldə etdi. Belə bir şey yox idi. İngilis mallarının boykot edilməsi hərəkatı geniş yayıldı. Müstəmləkə zülmünə qarşı silahlı üsyan sipahilər yayıldı. Y variantı 57-59-cu illərdə. İngiltərə Hindistanın işğalını baş çatdırdı. Out knyazlığının tabe edilməsidir. Vergiləri azaldaraq yerli əhalini öz tərəfinə çəkməklə, deməli A variantı yanlışdır. Osin şirkəti vasitəsi B variantı düzgündür. Sipahilər üsyanının nəticəsi Osin şirkətinin siyasi hüquqları ləğv olundu. B variantı düzgündür. 1858-də. 1889-cu il Konstitusiyasına görə Yaponiyada imperatorun qanunverici hakimiyyəti ləğv olundu, hərbi diktatura yaradıldı. İmperator statusu toxunulmaz idi. Onda C variantı düzgündür. İmperator qeyri-məhdud hakimiyyətə malik idi. 1867-68 inqilab baş vermişdi Yaponiyada. 19-cu əsrin ikinci yarısında konstitusiyalı monarxiya elan edilən dövlət. 19-cu əsrin ikinci yarısında konstitusiyalı monarxiya elan edilmiş dövlət. Deməli, burada Hindistana baxırıq. 12-ci sual, deməli, Hindistana baxırıq. Hindistan ola bilməz, atdıq. Çünki həmin vaxt İngiltərə müstəmləkəsi idi. Amma Yaponiya ola bilər. B variantı düzgündür. Burjuiya statları falan hamısı 60-cı illərdə keçirilib. Brest-Litovsk Mudros və kompensiya müqavilələri ilə müvafiq olaraq Birinci Dünya müharibəsindən çıxılıb. Brest-Litovskdan Rusiya, Mudrosdan Osmanlı, Kompeniydən Almaniya. Yəni A variantı. Sarıqamış döyüşü baş vermişdi Birinci Dünya müharibəsi dövründə. 14-15-ci ildə. Tannenberg döyüşündə məğlubiyyətə uğrayan dövlət, təbii ki də Rusiya 15-də A variantı düzgündür. Birinci Dünya müharibəsi Avstriya Macaristan hansı ölkə müdaxiləsindən başladı? Serbiya. Almaniya və onun müttəfiqləri 1915-də hansı dövləti məğlubiyyətə uğradaraq müharibədən çıxarmaq ümidindəydilər? Almaniya və onun müttəfiqləri 1915-ci ildə, deməli, burada əvvəlcə bunun İdrim sürətli müharibə planı var idi 1914-cü ildə. Bu İdrim sürətli müharibəyə görə o Belçikadan keçib, Fransa ərazisinə hücum edib, ondan sonra da Rusiyanı tutmaq planını həyata keçirmək istəyirdi. Ona görə də A variantı düzgündür. Birinci Dünya müharibəsinə aid olmayan döyüş. Midyoya 2-ci Dünya müharibəsinə aiddir. Üçlər İttifaqına daxil olan dövlətlər. Üçlər deyilsə Almaniya, Avstriya, Macaristan və İtaliya. 1882. Antantiya daxildir. Rusiya, İngiltərə, Fransa. Birinci Dünya müharibəsi baş çatmamış Almaniya və onun müttəfiqləri üçün müqaviləsi bağlayıb Sovet Rusiyası. Brest-Litovsk 1918 martın 3-ü. Sarıqamışda qalib gəlmişdi Rusiya. Brest-Litovsk imzalanmışdı 1918-də. Birinci Dünya müharibəsinin başlaması üçün bəhanə oldu. Avstriya Macaristan taxt tacının vəliəhdi Frans Ferdinandın Serbiyalı Gavrila Prinsip tərəfindən öldürülməsi. Bosniyada öldürülməsi B variantı düzgündür. Birinci Dünya müharibəsində İngiltərənin Almanyaya qarşı müharibəyə başlamasının səbəbi Belçika. (1871) vahid halda birləşdirilməsi baş çatmışdı Almaniyanın. 1879-82-ci ildə Üçlər İttifaqının yaradılmasında iştirak edən dövlət, üçləri yaradırsa sonuncu səfər qoşulan, demək İtaliyada, Avstriya Macaristan'da Almaniyadır. Ona görə biz burada götürə bilərik. Biri, yəni 26-da cavab oldu D variantı. 1871 müqaviləsinə görə Fransanın Elzas-Lotaringiya vilayətlərini ələ keçirmişdi Almaniya. 1871 müqaviləsinə görə Almaniya Elzas-Lotaringiyanı Fransadan aldı. İngiltərə və Osmanlı İmperiyası müttəfiq kimi iştirak etmişdilər. Birinci Dünya müharibəsində İngiltərə ilə Osmanlı bir-biri ilə düşman idi. Şimal müharibəsində yox, Krım müharibəsində isə düzdür 1853-56-cı illər 100 illik müharibəsində yanlışdır.
Birinci Tirek müharibəsi də yanlışdır. Osmanlı dövlətinə aid olmayan döyüş. Deməli, Sarıqamış, Çanaqqala, Kütül-Amarə. Burada Tannenburg döyüşü Osmanlıya aid deyil, B variantı. Siyolğun rejimi Yaponiyaya aiddir. Monroe doktrinası, böyük dəyərli siyasət ABŞ-a aiddir. Cavab olur D variantı 2 ilə 5. Monroe doktrinası da ABŞ-a aid olmalıydı. Siyolğun rejimi Yaponiyaya aiddir. 2-ni ona görə atıram. 1 götürürəm. Taypinlər hərəkatı Çinə aiddir. 5 götürürəm. Böyük dəyənək ABŞ-a aiddir. Atıram. Taypinlər dedik Çinə aiddir. Cavab oldu 1 ilə 5. Y variantı. Birinci Dünya müharibəsi dövründə müstəqillik qazanmış dövlət. SSRİ Birinci Dünyada yox idi. Birinci Dünya müharibəsi 1914-18-ci illərə əhatə eləyir. Deməli, müstəqillik qazanmış dövlət deyiriksə 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti. Birinci Dünya müharibəsi dövründə monarxiya devrildi Almaniyada noyabrın 3-də. 19-cu əsr 70-ci illərin əvvəllərində London konferansında Qaradənizdə donanma saxlamaq hüququnu bərpa edən dövlət Rusiya. 50-ci illərin ortasında Osmanlı dövləti ilə müharibədə məğlub olmuşdu. Yenə Rusiya Krım müharibəsində 1853 sallatdı. Birinci Napoleon imperiyasının süqutunun başlanğıcı oldu. Deməli, imperiyanın süqutunun başlanğıcı olmuş hadisə təbii ki də birinci Napoleon hakimiyyətdə olmuşdu. 1804-cü ildən 1814 və yaxud da 1815-ci illərdə Rusiyadakı məğlubiyyət Borodino döyüşü 1812-ci ildə bunun məğlubiyyətinin başlanğıcı oldu. ABŞ-da vətəndaş müharibəsi ərəfəsində, vətəndaş müharibəsi 1861-65-dir. Deməli, ərəfə deyirsə, Y ola bilməz 1866-dır. Cənub ştatlarında quldarlıq münasibətlərinin ləğv olunması, bu da 1863-ə düşür, Homesteadlər 1862-yə düşür. Deməli, yeni dövlətin yaradılması da D variantı ABŞ-da vətəndaş müharibəsi ərəfəsinə düşür. Napoleon Avropada apardığı müharibələrdə böyük vəsaitə ehtiyac duyduğu üçün Tizit sülhünə əsasən Rusiyadan təzminat aldı. Deməli, İngiltərənin su və qurda mühasirələri səhifətdə bunlar yanlışdır. ABŞ müstəmləkəli əlaqəni tamamilə kəşdi. Luiziyananı ABŞ-a satdı. Bu düzgündür. Alyaskanı ABŞ-a icarəyə verdi. Yanlışdır. 39-da cavab oldu D variantı. Susima dəniz döyüşünün nəticəsi Yaponlar qalib gəldi. Ümumiyyətlə Rus-Yapon müharibəsində Yapon qalib gəlir. 19-cu əsrin ikinci yarısında Hindistan tarixinə aiddir. Taypinlər Çinə aiddir. Hind xalqının hüquqlarının artırılması uğrunda mübarizə B variantı düzgündür. Sipahlı üsyanı. Taypinlər üsyanı yatırılmasında Çinə kömək edən dövlətlərdən biri. Deməli, Taypinlər hərəkatının yatırılmasında xarici dövlətlərin mühüm rolu olmuşdur. Məsələn, ABŞ. Trafalqar döyüşünün nəticəsi ingilislər qalib gəldilər. Deməli, baxırıq. Fransa məğlubiyyətə uğradı. D variantı. Krım müharibəsinin nəticəsi Osmanlı qalib gəldi. Rusiya məğlub oldu. Birinci Napoleon apardığı döyüşlərə aid deyil. Burada Sedan 1870-dir. Napoleon 1804-15-ci illərdə hakimiyyətdə olmuşdur. Deməli, birinci Napoleon kontinental blokada elan etməkdə məqsədi, deməli, İngiltərəyə bütün Avropa ölkələrlə ticarəti qadağan etmək. 19-cu əsrin ikinci yarısında Fransa və Prusiya müharibəsində Fransanın məqsədi Almaniyanın birləşdirilməsinə mane olmaq. 47-də cavab oldu A variantı. 19-cu əsrin ikinci yarısı Fransa-Prusiya müharibəsinin nəticəsində Almaniya imperiyası yaradıldı. 1871 Rusiyada fevral inqilabı nəticəsində mütləqiyyət devrildi. Monarxiya yəni devrildi. 1917 fevralında. 1905-7 Rus inqilabı ərəfəsində Rusiyanın sosial-iqtisadi siyasi vəziyyəti səciyyəvi deyil. Konstitusiyalı monarxiyanın mövzuluğu deməli elə bu aid deyil. Mütləqiyyət quruluşu var idi. Təbii ki, 1917-yə qədər müstəmləkə siyasəti var idi. Azərbaycan tarixindədir. Demokratik hüquq azadlıqların olmaması düzgündür. Milli zülm gücsüzdür, düzdür. Nikolayın vaxtında da. Krım müharibəsinin Rusiya üçün nəticəsi. Xəzər sahillərində qalıqlar inşa etmək hüququ qazandı. Rusiya uduzur, yəni C variantı. Verilən hər iki şərt aiddir. Polşanın bir hissəsi Rusiyaya ilhaq edildi. Afrikanın cənubu İngiltərənin əlinə keçdi. Deməli, Afrikanın cənubunun İngiltərənin əlinə keçmək məsələsi də aiddir burada. Viyana Konqresinin qərarlarına əsasən. Çünki Napoleon tərəfindən tutulmuş ərazilər yenidən bölüşdürülmüşdü burada.
20-ci əsrin başlanğıcında ABŞ-ın Latin Amerikası ölkələrinə münasibətdə yeritdiyi siyasət deməli hansıdır? 20-ci əsrin əvvəl dediyinə görə böyük dəyənək siyasətini götürürük. Monroe doktrinası daha əvvəldir, 19-cu əsrdədir, bunu atırıq. 20-ci əsrin əvvəlində ABŞ-da Wilsonun hakimiyyətdə olduğu illər yeni demokratiya dövrüdür. Viyana Konqresinin qərarına görə İngiltərənin əlinə keçən torpaqlar Malta ilə Seylon. Afrikanın cənubu İngiltərənin əlinə keçdi Viyana Konqresinin qərarlarına əsasən. Osmanlı dövləti məğlub edildi. Osmanlı dövləti Ədirnəni itirdi. Verilənlər hər ikisi nəticəsidir. Deməli, Osmanlı dövləti məğlub olduğu döyüşlərdən biri də təbii ki, də 1-ci Balkan müharibəsi idi. Burada Ədirnəni itirir, amma 2-ci Balkan müharibəsində Ədirnəni azad edir. Osmanlı dövlətinin ərazi bütövlüyü təmin olundu. Rusiyanın beynəlxalq nüfuzu sarsıldı Krım müharibəsində. Sində Mancur sülaləsinin hakimiyyətinə son qoydu. 1911-13-cü illər inqilabı. 1911-13 inqilabının nəticəsində deməli monarxiya devrildi, respublika yarandı. Yaponiyada vahid pul sistemi müəyyən edildi. Ölkə ərazisi prefekturalar bölündü. 19-cu əsrin ikinci yarısı, yəni 1868-ci ildə məsələn, bu textonun iqtisadi yox, inzibati islahatları olmalı idi. Deməli, yəni sırf iqtisadi aid deyil, çünki prefektura məsələsi də var. Bu inzibati deməkdir. Pul sistemi də iqtisadi ola bilərdi. Amma ortaqlı dediyinə görə iqtisadi islahatlar sözünü götürə bilmərik sırf. Yaponiya ölkə ərazisi prefekturalar bölündü. Samuray dəstələri ləğv olundu. Bu da 19-cu əsrin ikinci yarısındaydı. 19-cu əsrin ikinci rübü 1826-dan 50-ci illərə qədərki dövrü əhatə edir. A variantı yanlışdır. Rus-Yapon müharibəsi yanlışdır. 19-cu əsrin ikinci rübü yanlışdır. Müsixtonun ümumi islahat nəticəsində düzdür. Tayfun üsyanı yanlışdır. 1649 İngiltərə, 1870 Fransaya aid oxşarlıq. Deməli, 1649-cu ildə İngiltərə Respublika elan olunmuşdu. Burada da eyni şəkildə Fransada 1870-də Respublika elan olunur. Fransada Napoleonun hakimiyyət dövrünün səciyyədi, Sedan fəlakəti. Bu 3-cü Napoleona aid müqəddəs ittifaqa qoşulması. Sənaye çevrilişdə ona aid Elzas-Lotaringiyanın itirilməsi. Deməli, kontinental blokada haqqında diqqət edin. Düzgün cavab Y variantıdır. 1806-cı ildə ABŞ-da Abraham Lincoln hökumətinin həyata keçirdiyi tədbir seçkilərdə əmlak lisenzinin ləğv edilməsi. Yanlışdır. Louisiana, Florida, böyük dəyənək siyasəti yanlışdır. Teodora aiddir. Konstitusiyanın qəbul edilməsi də buna aid deyil. Homesteadlər haqqında qanunnamə vətəndaş müharibəsi dövründə 1862-ci il Abraham Lincoln'a aiddir. ABŞ-da Abraham Lincoln prezidentlik dövrü, yəni 1860-dan 65-ə qədər deyək. Hüquqlar haqqında bil, yanlışdır. Monroe doktrinası yanlışdır. 1823 İngiltərənin ilk dəfə mübarizənin başlaması ola bilməz. Azad olma haqqında bəyannamə 1863 yanvarın 1-dən qüvvəyə minir. Gent müqaviləsi də deməli buna aid deyil. ABŞ-ın tarixinə aid. Bu çünki 1814-cü ildə ABŞ-ın tarixinə aid deyil. Fransadan ərazi satın alması aiddir. Louisiana'nın satın almışdır. AXC nümayəndə heyəti ilə görüşün keçirilməsi aiddir. Böyük dəyənək aiddir. Teodora. Açıq qapı doktrinası tətbiq olunması. 1-ci Dünya müharibəsində Yaponiya ilə müharibə aparmaq. 2-ci Dünya müharibəsində Hiroşima ilə Nagasakiyə atom bombası atmışdı. Ona görə Y variantı yanlışdır. 1-ci Dünya yox, 2-ci Dünya olmalı idi. ABŞ-ın tarixinə aid deyil. İngiltərə ilə müharibənin aparılması. Aparıb. Dünyadakı dəmir yolu İngiltərəyə aiddir. 1-ci Dünya müharibəsinin əsas səbəblərindən biri Almaniyanın Sudet vilayətini özünə birləşdirməsi, Avstriya Macaristan taxt-tacının vəliyyətini öldürülməsi bəhanə idi. Müstəmləkənin ilk dəfə nüfuz dairəsinə bölüşdürülməsi, Antanta Rusiya olan düşmənçilik siyasət, dövlətlər arası münasibətlərin kəskinləşməsi. Y variantları ən uyğun variantdır. Çünki Antantada Rusiyanın özü Antanta idi. Müstəmləkələrin ilk dəfə nüfuz dairəsinə bölüşdürülməsi ilk dəfə ola bilməz. Avstriya Macaristanda bu da bəhanə idi. 1918-də Mudrosda saziş bağlamaqla Osmanlı müharibədən çıxdı. 1918 Brest-Litovskda Rusiya müharibədən çıxır. Deməli, baxaq. Rusiya ilə Dördlər İttifaqı arasında sülh müqaviləsi imzalanır. 1-ci Dünya müharibəsi baş çatdı. Kompen barışığının imzalanması ilə. 20-ci əsrin əvvəlində sənaye istehsalının həcminə görə dünyada birinci yerə çıxan dövlət ABŞ-dır. 1865 müqaviləsinə görə Böyük Britaniyaya təzminat verməli olan Asiya dövlət təbii ki də Çin, yəni 2. 1865 müqaviləsinə görə Fransaya təzminat verməli olan Asiya dövləti indi də 4 Çin.
1904 Antanta adlanan sazişi imzalandı. Antanta sazişini imzalayanlar, deməli, Rusiyanın Almanya ola bilməz. Çünki Almanya üçlərdə idi. Böyük Britaniya və Rusiya. Almanya olanları atırıq. Avstriya Macarıstan da üçlərdə idi. Deməli, qalırıq Böyük Britaniya, Rusiya, Fransa ilə Böyük Britaniya arasında. Ona görə də cavab olur elə Fransa ilə Böyük Britaniya. Sonuncu dəfə müqaviləni imzalayan bunlar olur. Deməli, 1907-ci ildə daha doğrusu sonuncu dəfə imzalanır. Burada 1904-də Fransa ilə İngiltərə imzalayır. Deməli, baxırıq nəyə? Antanta İttifaqının yaranması başa çatdı. Rusiyanın Fransa ilə imzaladığı sazişlə Birinci Nikolayın imzaladığı ola bilməz, Peterburq müqaviləsi ola bilməz, Birinci Dünya müharibəsi yanlışdır, Otto von Bismarck yanlışdır, cavab olur A variantı. Birinci Dünya müharibələrində Üçlər İttifaqını tərk eləmişdi. İtaliya keçmişdi Antantaya 1915-də. Birinci Dünya müharibələrində Antanta tərəfindən Almaniyaya qarşı müharibəyə qoşulan dövlət, burada Antanta tərəfdən Almaniyaya qarşı müharibəyə qoşuldu deyiriksə, deməli Avstriya Macarıstan Almaniyanın dostuydu, bunu atırıq. Deməli, İtaliya sonradan keçir Antanta tərəfinə, ona görə də İtaliyanı götürə bilərik. Rusiya Qaradənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edildi Krım müharibəsi nəticəsində. Rusiya Qaradənizdə hərbi donanma saxlamaq hüququnu bərpa elədi London konfransında 71-də. Xürrəmlərlə Tayfinlər hərəkatına aid oxşarlıq nədir? Bərabərlik istəyirdilər. Deməli, qalibiyyətlə nəticələmələr yanlışdır. Təhkimçiliyin ləğvi uğrunda mübarizənin aparılması. Azərbaycanda heç təhkimçilik olmayıb, ona görə xürrəmlərə aid ola bilməz. İştirakçıların yalnız kəndlərdən ibarət olması yanlışdır. Deməli, daha sonra baxırıq nəyə? Yadelli əsarətinə qarşı çevrilməsi. Xürrəmlər ərəblərin əsarətinə qarşı idi. Tayfinlər də 1864-cü ildə idi və İngiltərəyə qarşı idi. Vahid dövlət yaratma uğrunda mübarizənin aparılmasında atıram. 82-də cavab olur D variantı. Böyük Britaniyanın ilk dominionu Kanada, yəni D variantı. Birinci Balkan müharibəsi nəticəsində Osmanlı İmperiyası torpaqlar itirir. Yəni, Osmanlı İmperiyası süqut uğramır çünki 1922-də idi. Bolqarıstan məğlubiyyətə uğramır. Bolqarıstan, Serbiya, Yunanistan, Çernogoriya biri idi. Yunanistanın müstəqilliyi əldə etməsi Ədirnədədir 1829. Osmanlı İmperiyası Balkan yarımadasında torpaqlar itirdi, dedik ki, düzdür. Rusiya Qaradənizdə üzmək hüququnu ləğv etdi. Bu da Krımda idi. 19-cu əsrin 50-ci illərində Fransada, deməli 1850-ci ildə ilk konstitusiyanın qəbul edilməsi, bu yanlışdır. Deməli, Respublikanın bərpa edilməsi 85-də monarxiyanın bərpa edilməsi olmalıdır. Respublika yox, monarxiya bərpa edildi. Y variantı düzgündür. Tilsit sülhünə görə Qərbi Avropada işğalları tanınan dövləti xəritədə müəyyənləşdirir. Tilsit sülhü Napolyon. Yəni, burada da Fransanı tapmalıyıq. Deməli, baxaq xəritəyə. Deməli, 86 da cavab oldu B variantı. Fransa buradadır. On 19-cu əsrin ortalarında Çinin Hindistandan fərqli cəhəti müstəmləkəçilik əleyhinə üsyanın baş verməsi. Hindistanda da müstəmləkəçilik əleyhinə üsyan baş verib. İngiltərə tərəfindən işğalının baş çatdırılması. Aud knyazlıqda Hindistandaydı, ona görə beyində atıram 1856 idi. Sənaye çevrilişinin başa çatması. Deməli, ölkənin Whitehalda birləşdirilməsi, yarım müstəmləkəyə çevrilməsi, 1842-ci ildə Çin yarım müstəmləkəyə çevrilməsinə əsas qoyuldu, 87-də cavab olur Y variantı. İngilis-Pır müharibəsinin nəticəsi. İngilislər bütün Afrikanın işğalını başa çatdırdılar. Deməli, Cənubi Afrikanın işğalını başa çatdırdılar. Buralar qələbə qazanılır, yanlışdır. Kanada dominion hüququ aldı 1867-də. İngilis-Pır müharibəsi 1899-1902 idi. İngiltərə bütün Cənubi Afrikanın işğalını başa çatdırdı, düzdür. İngilislər məğlub oldular, yanlışdır. İngilis-Pır müharibəsinin səbəbi Cənubi Afrikanın bölüşdürülməsi uğrunda mübarizə, yanlışdır. İngiltərə öz müstəmləkələrini genişləndirmək istəyirdi. Sedan döyüşünün nəticəsində Fransada 1870-ci il sentyabrın 2-də Sedan döyüşü baş verir. Bu döyüş nəticəsində 3-cü Respublika qurulur. 19-cu əsrin 1-ci yarısında ABŞ-ın tarixinə aid deyil. Deməli, Monroe doktrinasının 19-cu əsrin 1-ci yarısı Monroe doktrinası 1823 ərazisi genişləndirilirdi. Düzdür, İngiltərə ilə müharibə aparmışdı 1812-14-də konstitusiyanın qəbul edilməsi.
Konstitusiyanın qəbul edilməsi məsələsi 18-ci əsrdədir. Kanadaya qoşun yeritməsi, bu da 1812-14-də aiddir. 91-də cavab oldu D variantı. 20-ci əsrin əvvəlində ABŞ-ın iqtisadiyyatı xarakterikdir. Sənaye istehsalının həcminə görə dünyada birinci yerdir, düzdür. Quldarlıq təsərrüfatı hələ də qalmışdı, deyir. Yanlışdır. 1861-65-də ləğv olundu. Gömrük islahatının keçirilməsi, bu da düzgündür. Kapital ixracına görə dünyada birinci yer olmaq məsələsi İngiltərəyə aiddir. Cavab olur 1 ilə 3 D variantı. 19-cu əsrin ikinci yarısında Osmanlı İmperiyasında yaranmış yeni Osmanlılar cəmiyyətin məqsədi konstitusiya və parlament. Sultanı imperator elan etmək yanlışdır. Parlamentdə respublika yaratmaq, deməli, ölkənin konstitusiya monarxiya çevrilmək 90-da cavab oldu G variantı. 19-cu əsrin ikinci əsrində gənc türklərin əsas tələbi 1876-cı il konstitusiyasını bərpa etmək. A variantı elə düzdür. Çinin yarımüstəmləkəyə çevrilməsinin başlanğıcı qoydu 1-ci Tiryeş müharibəsi Nankin müqaviləsi ilə. Çində ingilislərə eksterritoriallıq hüququ verildi. Deməli, Ayqu müqaviləsi 1860-cı ildə idi. Bunun yanlış idi. Nankin müqaviləsindən verilir. D variantı 1842-ci ildə. Qadınlara kişilərlə bərabər hüquqlar vermişdir. Taypinlər, oxşardır Şumerlər, vacibdə xalq cümhuriyyəti ilə. Çin ilə İngiltərə arasında bağlanmış Nankin müqaviləsi ilə qeyri-bərabər hüquqlu idi. A-nı atdım. Hong Kong ABŞ-a verildi, yox. İngiltərəyə verilir. Daxili bazar qərb Avropa ölkələrinin üzünə bağlandı. Əksinə, bazarı 5 dənə limanı İngiltərənin üzünə açır. Çin İngiltərəyə təzminat ödəməli idi, düzdür. Xarici tacirlərə yüksək gömrük haqqı yanlışdır. 1911-13-cü illər Çin inqilabının əsas nəticələrindən biri Çin prezidentli respublika elan olundu. Sun Yat-sen prezident seçildi. Sipahili üsyanın nəticələrindən biri sipahilərin imtiyazlarının artırılması, İngilis ağalığına son qoyulması, əhali üzərinə qoyulan vergilər azaldıldı. Böyük Moğol dövlətlərin rəsmən son qoyuldu 1858-də. Hindistanın müstəqillik məsələsi də yanlışdır. Cavab oldu 100-də D variantı. Sipahilər üsyanın başlamasının səbəblərindən biri Hindistan iri dövlətlər arasında bölüşdürülməsi siyasəti. Deməli, bu yanlışdır. Yəni, İngiltərəyə qarşı oldu. Hindistanın zorla xristianlaşdırılması barədə xəbər. Birinci Tiryeş müharibəsinin nəticələrindən biri Taypin dövləti yox idi. Çünki 40-42-ci illər idi. Taypin 1864-dür. Çin müstəmləkəyə çevrildi. Çin yarım müstəmləkəyə çevrilməsi başlanğıcı qoyuldu desək daha doğru olar. Y variantı. İkinci Tiryeş müharibəsinin Çin nəticəsi. Fransa qalib gəldi İngiltərə ilə bir yerdə. Hong Kong adası ingilislərdən azad edildi. Yanlışdır. Ayqu müqaviləsi 1860-dır. Tiryeş müharibəsi 1856-60-cı illəri əhatə edir. Deməli, ölkə tiryək gətirilməsinin qadağan olması, qeyri-bərabər hüquqlu müqavilənin imzalanması elə G variantı 103-də düzgün cavabdır. 19-cu əsrin 50-ci illərin ikinci yarısı tarixinə aiddir. İkinci Tiryeş müharibəsi 1856-60-cı illəri əhatə edirdi. A variantı düzgündür. 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində Yaponiya ilə Almaniyanın dövlət quruluşundakı oxşarlıq. Deməli, mütləq monarxiya olmaları, respublika elan edilmələri, dövlətin başında imperatorun durması. Deməli, burada dövlətin başında imperator, yəni imperiya olması məsələsi C variantı oxşardır. Tannenburg döyüşünün nəticəsində Rusiya məğlubiyyətə uğradı. Almanlar uddu. Şilifen planı nəzərdə tutulurdu. İldırım sürətli müharibə planını, Fransanı qısa müddətdə məğlub etmək məsələsini. 1915 hərbi əməliyyatların gedişində Almanya və onun müttəfiqlərinin başlıca məqsədi deməli, Fransanı darmadağın etmək, sonra bütün qüvvələri şərq cəbhəsinə göndərmək, Rusiyanı məğlubiyyətə uğradıb onu çıxartmaq müharibədən. Onun yerli Y variantı düzgündür. Çünki bu Fransanı darmadağın etmək məsələsi İldırım sürətli müharibəyə aid, o da 1914-dədir. İngiltərə ilə ABŞ arasında Gent müqaviləsi 1814. ABŞ-da böyük dəyənək siyasəti Latın Amerikasına aid idi. Monroe doktrinası məsələsi ABŞ-a aid, Yaponiyaya yox. Açıq qapı siyasətdə ABŞ-la Çin məsələsidir. Cavab olur 3-dən 4D variantı. Navalny'nin Trafalqara aiddir. Dəniz döyüşləri olması 1827 və 1805. Trafalqar və Waterloo döyüşlərinə aid oxşar cəhət. Trafalqar İngiltərə qalib gəlmişdi. Waterloo'da da Napoleona aid məğlub olmuşdu. Deməli, ona görə ikisində də Fransa məğlub olub. A variantı. 19-cu əsrin ikinci yarısında Respublika İdarə Üsulunun
qurulduğu dövlət. Deməli, İngiltərədə respublikanın yaranması məsələsi yanlışdır. Fransada 19-cu əsrin ikinci yarısında respublika idarə üsulunun yaranması məsələsi isə doğrudur. Ona görə də götürəcəm 3-ü, yəni C variantı. Rusiya xarici siyasətində əsas yer tutan Çak məsələsinə aid Osmanlı dövlətinin ərazisinin bölüşdürülməsi. 19-cu əsrin ikinci yarısı Toqat xanlığı və Buxara əmirliyinə aid ümumi cəhət hesab olunur. Deməli, burada da İngiltərənin siyasi təsirinə düşürlər yanlışdır. Krım müharibəsində iştirak məsələsi yoxdur. Dövlət müstəqillikləri Rusiyanın tərkibinə daxil olur, düzdür. Qacarları yox, Fransanın ticarət yox. Rusiyanın 1721, Almanya 1871 imperiya elan olunması. 19-cu əsrin ikinci yarısı ABŞ Konstitusiyasına edilmiş düzəlişə görə, yəni 1866 ağdərli vətəndaşlara yox, qaradərlilərə, yəni Afroamerikalılar ağlarla eyni mülki siyasi hüquqlar əldə etdi. D variantı düzgündür. ABŞ-da Abraham Lincoln prezidentliyi dövrünə aid vətəndaş müharibəsinin başlaması 1861-65. Böyük dəyənək yanlışdır, Theodora aiddir. İngiltərə ABŞ-ın müstəqilliyini tanımaq məsələsi deməli, İstiqlaliyyət müharibəsinə aid, ikinci İstiqlaliyyət müharibəsinin başlanması 1812, Gent 1814. ABŞ-da Theodore Rooseveltin hakimiyyət dövrünə aid preslər əleyhinə qanunun qəbul edilməsi, Yaponiya 1880-ci illər tarixi iç konstitusiya 1889-cu ildə, 19-cu əsrin ikinci yarısı Yaponiyanın sosial-iqtisadi və idarəetmə sahələrində həyata keçirilmiş tədbirlər iç konstitusiya 1889. Deməli, sosial-iqtisadi və idarəetmə edir. Syoqun rejimi sübut edilməsi, iç qadın pedaqoji məktəb, knyazlıqların ləğv edilməsi, vahid pul sisteminə keçirilməsi. Burada iç qadın pedaqoji məktəb məsələsi mədəniyyətə aiddir. Ona görə C. Rusiyada Stolipin aqressiyalatı nəzərdə tutur, müvəqqəti mükəlləfiyyətin ləğvi. Torpaqsız kəndlərə yardımın göstərilməsi və kənd icmalarının ləğv edilməsi. Burada olur D variantı. 121-də cavab oldu D variantı. Almaniyanın birləşdirilməsi prosesinə aid deyildir. Respublika elan olunması. Almaniya 1871-ci ildə birləşdirilmişdi və burada respublika yaranmır. Əksinə imperiya aid variant. 19-cu əsrin ikinci yarısında vahid Almaniya dövlətinə aid deyil. Yəni 1871 Otto von Bismarck kansler, Danimarkanın məğlub edilməsi, İtaliyanın eyni hərbi Danimarkanın məğlub edilməsi 1864-cü ildə idi. Elə ona görə də B variantı aid deyil. Almaniyada birləşdirilib 1871-ci ildə. Bütün Qafqazın 19-cu əsrin 60-cı illər tarixinə aid Səcəvcət Rusiya tərəfindən işğal olunması. A variantı 1864-də çünki. 19-cu əsrin ikinci yarısında Rusiyanın Yaponiyaya aid ümumi ilk parlament yanlışdır. Burjuya inqilabının baş verməsi. Deməli, monarxiyanın Rusiyada burjuya inqilabı 1905-7-ci illər idi. Monarxiyanın devrilməsi, burjuya islahatının keçirilməsi, iç konstitusiyanın qəbul edilməsi. Burjuya islahatının keçirilməsi düzgündür. Bilirik ki, Rusiyada da 60-70-ci illərdə islahatlar. Məsələn, 1861-də burjuya islahatı keçirilib. Yaponiyada da Mutsixton dövründə D variantı 125-də düzgün cavabdır. 126-ya baxaq. 1805 Trafalgar dəniz vuruşmasında məğlub edilmişdir Fransa. Dayvel olub Böyük Britaniyada ilk Labourist 1824-də. ABŞ-da ilk prezident seçkilərinin keçirilməsi 18-ci əsr. Fransada birinci imperiyanın yaradılması 1804. Rusiyada monarxiyanın devrilməsi 1917 Hindistan'da Respublika İdarə Üsulunun yaradılması. Daha sonra burada olur cavab Fransada ABŞ-da ilk prezident seçkilərinin keçirilməsi. 1789-da da George Washington prezident olur. Dayvel olub Yaponiyanın iç konstitusiyası 1889. Azərbaycanda ilk milli partiyanın yaradılması. Şimali Azərbaycanda ilk milli partiyanın yaradılması da qeyrətlə idi 1906-da. Çində Birləşmiş İttifaqın yaradılması 1905. Deməli, Hindistan Milli Konqresi 1885. Prusiyanın Danimarkanı məğlub etməsi 1864-cü il 128-də cavab olur Y variantı. Deməli 129-a baxırıq. 20-ci əsrin əvvəlində iqtisadi inkişafa görə aşağıdakı xüsusiyyətlər aiddir. Sənaye istehsalına görə dünyada birinci yerdə iri inhisarlar təbii ki də ABŞ-daydı. İnhisarlar Standard Oil şirkəti. 1814-də Gent müqaviləsi nəticəsində İngiltərə ABŞ-ın Cənub ştatlarına maliyyə yardım göstərdi. Yanlışdır. İngiltərə ABŞ öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkdi. 130-da cavab olur B variantı. 1861-65 ABŞ-da vətəndaş müharibəsi nəticəsində ölkənin şimalında quldarlıq ləğv olundu. Onsuz da ləğv olunmuşdu. Ola bilməz, cənubunda ləğv olunsa düzgün olardı. Quldarlar hökuməti üstünlüyü saxlamırlar. Ölkədə iki hakimiyyətliyə son qoyuldu, istiqlaliyyət əldə edildi, respublika quruldu. Şimalda quldarların mövqeyi möhkəmləndi. Ölkədə iki hakimiyyətliyə son qoyuldu. ABŞ-la aşk hakimiyyətdə idi. 131-ci sualda cavab olur. Deməli C variantı. 132-yə baxırıq. İkinci Balkan müharibəsi başladı.
işğal edilmiş ərazilərin bölüşdürülməsinə yaranmış narazılıq nəticəsində 1-ci Balkan müharibəsindən sonra Balkan İttifaqına daxil olan dövlətlərdən, deməli Bolqarıstan, Serbiya, Çernogoriya və Rumuniyaya müharibə elan edib. Buna görə bunlar arasında mübarizə baş verir və 2-ci Balkan müharibəsi Y variantı düzgün cavabdır. 1-ci Balkan müharibəsinin nəticəsində daxildə Osmanlı dövləti məğlub olmuşdur təbii ki, 1912-13-də. 1812-də Rusiyanın Osmanlı arasında imzalanmış müqavilənin nəticəsində, yəni Buxarest müqaviləsi nəticəsində Rus gəmilərinin Dunay sərhədində hərəkətinə icazə verildi. D variantı düzgündür. Bessarabya Rusiya, Moldaviyanı Valxiyada Osmanlıya keçdi. 1877-78 Rus-Osmanlı müharibəsi nəticəsində Rusiya qələbə çaldı. Deməli, Osmanlı məğlub edildi. Baxaq, Rusiya kontinental mühasirəyə qoşuldu. Deməli, yanlışdır. Qaradənizdə Rus donanmasının ləğvi yanlışdır. Müqəddəs İttifaqın yaranması 1815-dədir. Rumıniya müstəqillik əldə etdi. Deməli, Berlin Konqresinə əsasən Serbiya, Çernogoriya və Rumıniya müstəqillik əldə etmişdi. D variantına görə düzdür. Austerlitz və Waterloo döyüşlərinin ümumi cəhəti İngiltərə tarixi ilə bağlı idi, yanlışdır. Almaniyanın birləşdirilməsi uğrunda yanlışdır. Prusiya qoşunlarının məğlub olması yanlışdır. Fransa tarixi ilə bağlı olmaqları düzgündür. Müttəfiqlərin məğlub olması yanlışdır. Çünki Waterloo-da məsələn müttəfiqlər qalib gəlib. Krım müharibəsindən fərqli olaraq Şimal müharibəsi nəticəsində Rusiya qalib gəlmişdi. Hətta Baltik dənizinə çıxış əldə etmişdi. Fransada 3-cü Napoleonun hakimiyyət dövrü üçün səciyyəvi idi. Sənaye çevrilişinin başlatmaq B variantı 138-də düzgün cavab hesab olunur. 19-cu əsrin əvvəlində Rusiya Napoleonun apardığı işğalları təsdiq etdi. Tiflis sülh müqaviləsinə əsasən 1807-də. 19-cu əsrin əvvəlində Rusiya Polşanın bir hissəsini ilhaq etdi. Viyana Konqresinin qərarlarına əsasən Rusiya 19-cu əsrin ikinci yarısı tarixinə aid olan səciyyəvi cəhətdə sənaye çevrilişinin başlatması, deməli, burjua islahatların həyata keçirilməsi deyək. Elə birbaşa 1861-dən davam edə bilərik. 141-də cavab olur Y variantı. Rusiyanın 19-cu əsrin ikinci yarısı tarixinə aiddir. Hərbi islahatın keçirilməsi 1874-də. Rus imperatoru 1-ci Nikolayın hakimiyyət dövrü üçün xarakterikdir. İrəvan xanlığının işğal edilməsi 1-ci Nikolay 1825-55-ci illərdədir. İrəvan xanlığı da 1827-ci ildə işğal olunmuşdur. Rus İmperatoru Nikolayın hakimiyyət dövrü yeni 1825-55, Gəncənin ləğvi 1804, Qarabağ xanlığı ləğvi 1822, 1-ci Rus-Qacar müharibəsi 1804, Krım müharibəsinin başlatması 1853, 56-da başlatmışdı, 2-ci Rus-Qacar müharibəsinin başlatması 1828. Rusiya İmperatoru 1-ci Nikolayın hakimiyyət üçün xarakterikdir. 1-ci Rusiya-Qacar müharibəsinin başlatması. Deməli, Rus İmperatoru 1-ci Nikolayın hakimiyyət dövrü 25-55-ci illərə əhatə edib, 1-ci Rus-Qacar müharibəsi 1813-də başladı. Quba xanlığının işğalı 1806-cı ildə idi. Osmanlılarla Buxarest 1812, 2-ci Rus-Qacar müharibəsinin başlanması 1826, Bakı xanlığının ləğvi də 1806 cavab oldu D variantı. 19-cu əsrin 60-cı illərində imzalanmış Pekin müqaviləsi şərti qalib ölkələrə təzminat ödəməsi A variantı. Rusiya İmperatoru 2-ci Aleksandrın hakimiyyəti 55-81-ci illər, 1855-81 Asad taxılçılar yanlışdır. Azərbaycan xanlıqlarının işğal edilməsi, xanlıqlar yox idi artıq. Krım müharibəsinin başlatması 1856 idi. 2-ci Aleksandrda 55-81 isə deməli C variantı bunun dövrünə düşür. Rusiyada İmperatoru 2-ci Aleksandrın hakimiyyət dövrü 55-81, İrəvan xanlığının ləğvi 1828, Osmanlı və müttəfiqlərlə Paris sülhü 1856-cı ildə B variantı. Dekabiristlər 1825, təhkimçiliyin möhkəmləndirilməsi yanlışdır. Krım müharibəsinin başlaması da 53-dür. ABŞ-ın 1783 və 1814 tarixinə aid oxşarlıq İngiltərə ilə 1783-də müqavilə bağlayıb, 1814-də də Gent müqaviləsini bağlayıb. Daha əvvəl baş verib. Tizit 1807, Austerlitz 1800 deməli 5-də idi. Fransada 1-ci İmperiya 1804-də idi. 1-ci Napoleon tərəfindən kontinental blokada 1806, Şimali Alman İttifaqının yaradılması 1800 deməli 15-ci ildə idi. Deməli burada olur Fransada 1-ci İmperiyanın yaradılması 1804-cü ildə. Viyana Konqresində Rusiyanın təklifi ilə Hollandiyanın keçmiş müstəmləkələri Rusiyaya verildi. Burada yanlışdır A variantı. Seylon və Malta adaları Almaniyaya verildi, İngiltərəyə verilmişdi. Avropa dövlətlərinin Osmanlı İmperiyasına qarşı ittifaqı müqəddəs birlik. Viyana Konqresinin qərarına əsasən
Deməli, Rusiya kontinental blokadadan imtina etdi. Deməli, bu yanlışdır. Şimali Alman İttifaqı yaradılması, 1-ci Nikolanın təklifi ilə müqəddəs İttifaqın yaradılması yanlışdır. Fransa təzminat ödəməli idi, çünki uduzmuşdu. 152-də cavab olur D variantı. Fransada Respublika bərpa olundu. Bu da yanlışdır. Uyğunluğu müəyyənləşdirək. Çin ABŞ-ın açıq qapı prinsipinin tətbiq olunması, Makedoniya və Şərqi Rumeliyanın Osmanlı dövlətinə qaytarılması və Polşanın bir hissəsinin Rusiyaya keçməsi. Burada 1 düzdür və 3 düzdür. Cavab oldu 153-də C variantı. Uyğunluğu müəyyənləşdirək. 1-ci Dünya müharibəsi 1915-ci ildə və 1916-da İtaliyanın üstlər ittifaqını tərk etməsi. A variantı düzdür. İlk dəfə sualtı qayıqlardan istifadə edilməsi. Bu da düzdür. Almanya İngiltərəyə qarşı 1915-də, Marna döyüşü 1914 idi. ABŞ müharibəyə daxil olması 17 idi. İlk dəfə zəhərli xlor qazı 15-dir. Çanaqqala döyüşləri başa çatması 16-dır. Verdin qəssabxanası 16 fevralındadır. Rusiyada monarxiyanın verilməsi 17-dir. Cavab olur 1AB, 2B, C. D variantı yəni. Çinin 19-cu əsrin 1-ci yarısı tarixi ilə bağlı verilənlər nəticəsində xarici təbəələrə eksterritoriallıq hüququ verildi. Hong Kong İngiltərəyə keçdi. Tiryək müharibəsi ölkənin asılı salınmasına əsas qoyuldu. Yəni 1-ci Tiryək müharibəsində məğlub olması A variantı. Rusiya hökmdarı 1-ci Pyotrla 1-ci Aleksandrın fəaliyyətinə aid ümumi Azərbaycan torpaqlarının işğal edilməsi uğrunda mübarizə aparmaları. 1-ci Pyotrda 1722-də gəlib, 1-ci Aleksandrda 1801-dən başlayaraq düz hakimiyyətin axırına qədər Azərbaycanı işğal etməyə çalışıb. 19-cu əsrin əvvəl ABŞ və Rusiya tarixinə aid ümumi cəhət ərazilərinin genişləndirilməsi. Elə bu düzgündür, çünki işğalçılıq siyasəti həyata keçirirdilər. Rusiyada Azərbaycanı işğal etməyə çalışırdı. Məsələn, Sadova ilə Sedan döyüşlərinin ümumi cəhəti Almaniya imperiyasının qalib gəlməsi isə imperiya sözü yanlışdır. 19-cu əsrin 1-ci yarısında baş verməsi. Yəni, burada elə ən uyğun cavab, deməli, 158-ci sualda ən uyğun cavab elə Almaniyanı birləşdirmək istəyirdilər, amma bəzi dövlətlər buna mane olmaq istəyirdi. Məsələn, Fransa və yaxud da ki, Avstriya, ona görə də düzgün cavab D variantıdır. Onlar məğlub edilir. Rusiya hökmdarı 1-ci Pyotrdan Aleksandrın fəaliyyətinə aid ümumi cəhət bir sıra Azərbaycan xanlıqlarının ləğv edilməsi ola bilərmi? Azərbaycan xanlıqları deyilsə, Pyotra aid ola bilməz. Osmanlı dövləti ilə müharibənin aparılması, Prut yürüşünü aparıb. 1-ci Aleksandr da 1806-12-ci ildə Osmanlı ilə müharibə aparıb. Ona görə D variantı düzgündür. Osmanlı dövlətində Sultan Hüseyn Səminin fərqli olaraq 2-ci Mahmudun hakimiyyət dövründə Yeniçəri dəstələri ləğv olundu. Səlmama Yeniçərilərə məğlub olur. Deməli, 19-cu əsrin 1-ci yarısında ABŞ Napoleon Bonapartla diplomatik əlaqələr saxlayırdı. Luiziyananı Fransadan satın aldı. 7-lik müharibənin gedişində Şimali Amerikadakı fransız müstəmləkələrini ələ keçirdi. 7-lik müharibə 1756-63-cü illər idi. Bu da 19-cu əsrin 1-ci yarısı deyir. İngiltərə və İspaniyaya qarşı müharibədə müttəfiqi Fransaya hərbi dəstək göstərdi. Deməli, bu da yanlışdır. Cənub ştatlarında quldarlığın ləğv olunması 1-ci yarısı yox, 2-ci yarısıdır. Böyük Britaniya Fransa ilə müharibə aparılmasını istifadə edərək Kanadanı işğal etməyə cəhd etdi. Kanadanı işğal etməyə cəhd edildi. 1812-14-də Avropada nüfuzunu yüksəltməklə ümumdünya ağalığını təmin etmək siyasətini yeritməyə başladı. Bu da yanlışdır. Cavab oldu D variantı. 19-cu əsrin 2-ci yarısında Hindistan tarixçi səciyyədir. Böyük Britaniya tərəfindən ölkənin işğalının başlanması. 2-ci yarısında yox, 1-ci yarısında artıq işğal etməyə başlamışdı Maratxı, Pəncabı. Sipahlı üsyanının başlanması 1857. Osin şirkətinin inhisarçılıq hüququnun ləğv olması 58. Hindistan Milli Konqresi 85-ci ildə idi. 1885-ci ildə. Deməli, burada 4-də götürürük. Amma 3-ü götürə bilmirik. Niyə? Çünki bu İngiltərəyə aiddir. Biz Hindistana aid olan seçməliyiksə cavab olur 2 ilə 4, yəni B variantı 162-də. Fransada 2-ci imperiya dövrünə uyğun gəlir. Müqəddəs İttifaqının yaradılması. Deməli, 2-ci imperiya dövrünə uyğun gəlir deyiriksə, 1870-ə qədərki dövrü seçməliyik. Fransa-Rusiya müharibəsinin başlaması Y variantı düzgündür burada. Fransada 2-ci imperiya dövrünə uyğun gəlir. Deməli, Antantanın əsasının qoyulması yanlışdır. Trafalgar 1805-də yanlışdır. Şimali Alman İttifaqının yaradılması, bu olar 1867. Elzasın Almaniyaya verilməsi, bu 1871. Kontinental blokada 1806, 164-də cavab oldu C variantı.
Fransada 2-ci imperiyanın mövcudluğu illərdə Prusiya Danimarkaya qarşı müharibəyə başlayır. C variantı düzgündür. 1864-də. Bosniya-Herseqovinanın idarəsi müvəqqəti olaraq Avstriyaya verilməsi Berlin Konqresi 1878-də. Osmanlı dövlətinin 20-ci əsrin 2-ci 10 ili, yəni 1911-dən 20-ci ilə qədər. Gənc Türklər İnqilabı 1908, San Stefano müqaviləsi 1878, Mudros sazişinin imzalanması 1918-ci ildə. C variantı düzgündür. Rusiyanın Ədirnə müqaviləsi 1829, Yunanıstan müstəqilliyin verilməsi də 1829. 20-ci əsrin əvvəlində İngiltərin iqtisadi inkişaf xüsusiyyətlərinə aid deyil. Dünya ticarətində birinci yerdə idi. Aqrar çevriliş baş verməsi. Deməli, aqrar çevrilişin baş vermək məsələsi də buna aid deyil. Daha öncədən olmuşdu bu bildik ki. Təpinlər hərəkatı üçün səciyyəvi deyil. Çin sülaləsinə qarşı mübarizənin aparılması. Deməli, Təpinlər hərəkatının dövründə olub. Deməli, Təpinlər hərəkatı 1850-64-cü illəri əhatə edirdi. Və burada Demokratik Respublika qurmaq məsələsi yanlışdır. D variantı ona görə yanlış olaraq seçməni yerdə qalınır. Düzdür, Rusiya Qaradənizdə hərbi olmaq hüququ saxlamaqdan məhrum olunur. Paris müqaviləsi 1856-cı ildə. Verilən hər iki aid şərtinə aid olduğu üçün müqaviləsi Rusiya Napolyon tərəfindən Avropada həyata keçirilmiş işğalları tanıdı. Rusiya İngiltərəyə qarşı kontinental blokadaya qoşuldu. Tilsit müqaviləsi 1807-ci ildə. 172-ci suala baxırıq. Daha əvvəl olmuşdu. Yaponiyada iç konstitusiyanın qəbul edilməsi 1889, Çində 2-ci Tiryaş müharibəsi 1856-60, 1-ci Rus inqilabının başlaması 1905. Deməli, ABŞ-da Syoqun rejimi ilə müqavilə 1854-cü ildə. Deməli, sonra Stolipin aqressiyalatı 1906-cı ildə. ABŞ-ın Syoqun rejimi 1854 olduğuna görə burada D variantı düzgün cavab hesab olunur. Yəni, daha əvvəl baş vermiş hadisədir. Şimali Amerikada 1775, 1783-cü illərdəki istiqlaliyyət müharibəsinin nəticələrinə aid deyildir, deyir. Deməli, Kanada İngiltərədə qaldı. Kanada İngiltərənin əlində idi, düzdür. ABŞ siyasi müstəqilliyi əldə etdi. İngiltərə ABŞ müstəqilliyini tanımışdı. İngiltərə ABŞ müstəqilliyini tanıdı, düzdür. ABŞ-da müstəmləkə idarə sistemi ləğv edildi. Deməli, bu da düzdür. ABŞ-da quldarların siyasi hakimiyyətinə son qoyuldu. Belə bir şey yəni yox idi. Bu vətəndaş müharibəsinə aiddir 1861-65-ci illərdə. Bağdad yaxınlığında Kütül-Amare və Yorktown döyüşlərinə aid oxşarlıq. Deməli, Bağdad yaxınlığında Kütül-Amare 1916-cı ildən söhbət gedir. Birinci Dünya müharibəsi illərində baş vermişdi ona görə. Deməli, Kütül-Amare Birinci Dünyada olsa da Yorktown 1781-ci ildə. Ona görə də A-nı götürə bilmirik. Birinci Dünya müharibəsinə aid deyil hər ikisi. İngilis ordusunun məğlubiyyətə uğradılması amma hər ikisinə aid oxşar cəhət hesab oluna bilər. Rus İmperatoru 1-ci Nikolayın hakimiyyət dövrü üçün xarakterikdir. Hakimiyyətlər 1825-55-ci illərdə idi. Qarabağ xanlığının işğal edilməsi 1805-dir, buna aid deyil. Krım müharibəsinin baş çatması 1856-dır, buna aid deyil. Şimali Azərbaycanda iç manufaktura 1829-dur, bunun dövrünə düşür. Xanabad manufakturası 1827-dir, deyə bilərik. Şamaxı xanlığının ləğv edilməsi. Şamaxı xanlığının ləğv edilməsi də deyək ki, 1820-ci ildir, bunu da atırıq. Bu Aleksandra düşür. Azad taxılçılar haqqında fərman verilməsi də Aleksandra düşür. Cavab olur C variantı. Daha sonra baş vermişdi Fransada 1-ci imperiya 1804, kontinental mühacir haqqında dekret 1806, Tilsit müqaviləsi 1807, Napolyon Berlinə daxil olması 1806, Trafalgar döyüşü isə 1805. Burada düzgün cavab oldu 176-da C variantı. 20-ci əsrin 2-ci 10 illiyi, yəni 1911-dən 1920-yə qədər İngiltərə və Rusiya tarixinə aid ümumi cəhət. İmperiyaya çevrilməsi yox. Rusiya imperiyaya 1721-dən bəri çevrilmişdi. Konstitusiya monarxiya elan edilmək yox. Osmanlı dövləti ilə müharibənin aparılması. Deməli, bu hər ikisinə də aid ola bilər Osmanlı ilə müharibənin aparılması. Eylerven diaqramında hansı döyüşlərin müqayisəsi verilmişdir? Eylerven diaqramında deməli baxırıq. Birinci Dünya müharibəsinin gedişində baş verib. Döyüşlərə baxaq birinci. Daha sonra Antanta qüvvələri iştirak edib. Nəticədə Rus qoşunları Təbrizi tutmuşdu. Dördlər İttifaqının qələbəsinə bitib. 20-ci əsrin ilk 10 illiyində, deməli ilk 10 illiyində baş vermişdi. Baxıq variantlara 3 AB deyir.
yəni 1-ci Dünya müharibəsinin gedişində baş verib və Antanta qüvvələri iştirak edib. Bu onsuz da buradakı bütün döyüşlərə aiddir. Yəni bu uyğunluq başqa məsələ. Amma 2C-dir. 2C-dir. Yəni nəticəsində Rus qoşunları Təbrizi tutmuşdu. O hansı döyüş idi ki, Rusla Osmanlı arasında baş vermişdi və Ruslar qalib gəlmişdi deyə Təbrizi tutmuşdu. Burada bir dənə cavab 2-yə uyğun gəlir. Sarı qamış. Ona görə də düzgün cavab oldu B variantı. Xəritədə rəqəmlərlə verilən dövlətlərə aid oxşar cəhətləri müəyyən edin. Xəritədə rəqəmlərlə verilib, deməli 1. İngiltərə, 2. Fransa. Üçlər İttifaqı adlanan hərbi bloka üzv olması. Təbii ki də bunlardan heç biri. Balkan müharibəsində bunlar Antanta dövlətləri idi. Balkan müharibəsində Osmanlı dövləti müttəfiq idilər, yanlışdır. Çanaqqala döyüşlərində məğlub olmuşdular. İkisi üçün də oxşar cəhətdir. Deməli 19-cu əsrin ikinci yarısında Respublika elan edilməsi, Respublika elan olunmaq məsələsi İngiltərədə 1649 idi, yəni D-də atırıq. Krım müharibəsində iştirak etməyə, amma 1856-cı illərdə hətta Osmanlı tərəfindən iştirak eləmişlər. Cavab olur A variantı. C ilə Y ikisi üçün də oxşardır. Eylervin diaqramına əsasən uyğunluğu müəyyənləşdirək. Krım müharibəsi, 1-ci Dünya müharibəsi, 1-ci Balkan müharibəsi. London müqaviləsi ilə başa çatan 1-ci Balkan müharibəsi idi. Deməli, 19-cu əsrin ikinci yarısında baş verməz. Krım müharibəsi 1853-56 ikinci yarısına düşür. Amma 1-ci Dünya müharibəsi 20-ci əsrə aiddir. 1-ci Balkan müharibəsi də 20-ci əsrə aiddir. Ona görə biz burada 1-ə B-ni götürə bilərik. Osmanlı dövlətinin iştirak etməsi 1-də də var idi, 1-ci Balkanda da var idi, Krımda da var idi. Ona görə bu 4-dür. Hər üç üçün oxşar cəhətdir. İngiltərə və Fransanın Osmanlı ilə müttəfiq olması bu aiddir Krım müharibəsinə. İngiltərə və Fransa Osmanlıya yardım göstərmişdi, hətta Rusiyaya qarşı. Deməli, İngiltərə və Fransanın Rusiya ilə müttəfiq olması bu da 1-ci Dünya müharibəsində Antanta təşkilatına aiddir. Cavab olur 1. Deməli, BD, 2Y, 3A, 4C. C variantı düzgün cavab hesab olunur. Eylervin diaqramına əsasən uyğunluq Krım müharibəsi, 2-ci Tiryək və 1-ci Dünya. İngiltərə və Fransanın müttəfiq olma, yəni bir yerdə iştirak etməkləri. Deməli, 1-ci Dünya müharibəsində də, Krım müharibəsində də, 2-ci Tiryəkdə də İngilis və Fransız bir yerdə idi. Ona görə A-nı götürürük 4-də hər üçünə oxşar cəhət kimi. Yaponiyanın iştirak etməsi, Osmanlı dövlətinin qalib gəlməsi, Dördlər İttifaqının məğlub olması. Bax, birinci Yaponiyanın iştirak etməsi. Deməli, 1-ci Dünya müharibəsində Yaponiya iştirak edib, bunu 1-ə uyğun götürə bilərik. Daha sonra Osmanlı dövlətinin qalib gəlməsi. Osmanlı dövlətinin qalib gəldiyi Krım müharibəsi idi. C-ni buna götürürəm. Dördlər İttifaqının məğlub olduğu 1-ci Dünya müharibəsidir. Bunu da 3-ə götürürəm. 2-ci Tiryək müharibəsinin nəticəsinə baxaq görək. Burada deyir, Pekin müqaviləsinə baş çatması. Bunda sonuncuya Y-yi götürürük. Cavab olur 1C, 2Y, 3BD, 4-də A. A variantı düzgün cavab hesab olunur. 20-ci əsrin ikinci 10 illiyi İngiltərə və Rusiya tarixinə aid ümumi cəhət. Yəni 1911-20-ci illər aid götürməliyik. Üçlər İttifaqı adlanan hərbi bloka qoşulmayıblar. Əlbəttə, bunlar Antantadaydı. Müstəmləkələrindən tamamilə məhrum edilməyiblər, imperiyaya çevrilməyiblər. İlk konstitusiyanın qəbul olunması da yanlışdır. Burada Almaniya ilə müharibə aparılması amma doğrudur. Çünki bunlar Antantadaydı. Almaniyada 3-lərdə və 4-lərdə olubdu. Yəni bunlar bir-birinə qarşı idi. Ona görə A variantı düzgündür. Məntiqi ardıcılığı tamamlayaq. 1-ci Dünya müharibəsinin baş çatması, Versal sülh müqaviləsinin imzalanması, Avropanın siyasi xəritəsində dəyişikliklərin baş verməsi. Bilirik ki, 1-ci Dünya müharibəsindən sonra xəritədə dəyişikliklər oldu. Çünki bəzi dövlətlər dağıldı, yerinə başqa dövlətlər yarandı. Yəni bu deməkdir ki, həqiqətən və yaxud da ki, deyə bilərik ki, Almaniya məğlub oldu, ərazilərini itirdi, deyək ki. Onda o ərazilərini itirirsə, təbii ki də xəritədə dəyişikliklər olmalı idi. Eylervin diaqramına əsasən 19-cu əsrin ikinci yarısına aid olan uyğunluğu müəyyənləşdirək. Yəni burada biz sırf 19-cu əsrin ikinci yarısını seçməliyik. Hindistandır, Çindir, Şimali Azərbaycandır. Müstəmləkəçilərə qarşı üsyanların baş verməsi. Deməli, Hindistanda var sipahilər üsyanı, Çində var 2-ci Tiryək müharibəsi, məsələn, Taypinlər üsyanı deyək. Şimali Azərbaycanda deyək Zaqatala üsyanı. Ona görə 4-də A-nı götürə bilərəm. Hər üçü 19-cu əsrin ikinci yarısıdır. Koreya uğrunda Yaponiya ilə müharibə aparır Çin. Böyük Britaniya və Fransa ilə qeyri-bərabər müqavilələrin imzalanması. Deməli, bu da Çinə aiddir.
Neft sənayesində iltizamın ləğv olunması Azərbaycana aiddir 1872-ci ildə. Böyük Moğol dövlətinə rəsmən son qoyulmaqda Hindistana aiddir. Cavab olur 1Y, 2B, 3D, 4A. B variantı düzgün cavab hesab olunur. Eyni ildə baş verməyib. Krımın Rusiya tərəfindən işğal olunması 1783, Gəncədəki hakimiyyətli son qoyulmaq 1783. Kiçik Qaynarzadə və Cəbruşan 1774. Napolyon 1804, Gəncə xanlığı 1804. Navari 1727, daha doğrusu 1827, Şəmkir Gəncə döyüşləri 1826. Osmanlı dövlətində Yeniçərilərin ləğv olunması Lənkəran xanlığı ikisi 1826. Ellervin diaqramına əsasən uyğun bəndləri müəyyənləşdirək. 1-ci Nikolay, 2-ci Nikolay. 1-ci Nikolay 1825-55, 2-ci Nikolay isə deməli 1894-1917-ci illərdə hakimiyyətdə olub. Ona görə Stolipin islahatı aid olur 2-ci Nikolaya. A variantıdır. Çünki 1906-da Rusiyanın 1-ci Dünya müharibəsinə qoşulması da 1914-18-dir deyə 2-ci Nikolay dövrünə düşür. Artıq cavab məlumdur, amma yenidə baxaq. Mütləqiyyətə qarşı qalxmış üsyanlara divan tutulması hər ikisinə aiddir. Cənubi Qafqazın işğalını başlatması 1-ci Nikolaydır. Çünki 1828-ci ildir Türkmənistan müqaviləsi ilə. Osmanlı İmperiyasına qarşı apardığı işğalçılıq siyasətinə qarşı Avropa dövlətlərinin blokunun yaradılması da 1-ci Nikolayın hakimiyyət dövrünə aiddir. Cavab olur C variantı. 1-ci Rus-Qacar müharibəsi dövründə, yəni 1804-13-cü illərdə İngiltərə və Fransa Trafalgar dəniz döyüşündə fransızları məğlub etdi. Yəni Napolyonu. Bu 1805-dir. Ona görə aiddir. Misiri işğal etməyi, deməli, Misiri işğal etməyi buna aid deyil. Kanadaya dominion hüququ, Misiri işğal etmək, ümumiyyətlə, bu, yəni, 1-ci Rus-Qacar müharibəsindən düşmür. Kanadaya dominion hüququ vermək, bu da düşmür. Çünki 1867-ci ildə idi, bunu da atıram. İngiltərəyə qarşı kontinental blokadanın tətbiq olunması 1806-dır, bunu götürə bilərəm. Sedan döyüşü 1870-də atıram. Rusiya ilə Tizit müqaviləsi də 1807-dir. Cavab olur 1A, 2A, C, yəni A variantı. 1-ci Rus-Qacar müharibəsi dövründə Osmanlı dövləti və ABŞ 1-ci Rus-Qacar müharibəsi nə vaxtdır? 1804-13-cü illərdə. Osmanlı dövləti neyinib? Navalny döyüşündə müttəfiqlər tərəfindən məğlub olmaq. Bu 1827-də atıram. ABŞ Kanadaya qoşun yeritdidir. 1814-cü ildə bunu da atıram. Daha doğrusu 1814 yox, 1812-ci ildədir. 14-də müharibə baş çatır. Ona görə bunu deməli götürə bilirik. A variantını, 2A-nı götürdüm. Deməli, Rusiya ilə Buxarest müqaviləsi 1812 aiddir. Bessarabiyanın itirilməsi də aiddir. Cavab oldu 1B-C. 2A, yəni elə B variantı çıxdı. İngiltərənin Gent müqaviləsi 1814-dür. Monroe doktrinası 1823-cü ildir. Atdıq. Kürəkçay müqaviləsinin bağlanması ilə eyni ildə, yəni 1805-də İngiltərə Trafalgar döyüşündə Fransız donanmasını məğlub edib düzdür. Rusiya ilə Tizit müqaviləsi 1807, Fransaya qarşı Şlifin planının hazırlanması 1905. Yəni bizə 1805 lazımdır. Prusiya ordusunu məğlub edib Berlinə daxil oldu. Avstriyanın paytaxtını tutdu. Austerlitz döyüşündə Avstriya və Rus qoşunlarını məğlub etdi. Burada həm Avstriyanın paytaxtını tutması, həm də Austerlitz döyüşündə Avstriya Rus qoşunlarını məğlub etməsi düzgün cavab hesab olunur. Cavab oldu 1A, 2B, C. Yəni 189-da cavab oldu D variantı. Kürəkçay müqaviləsinin bağlanması ilə eyni ildə 1805-də Trafalgar yenə İngiltərə məğlub etdi. Fransanın Rusiyanın Tizit 1807, Fransaya qarşı Şlife 1905. Prusiya ordusunu məğlub edib Berlinə daxil oldu. Yəni Fransanın Berlinə daxil olması bu aid deyil 1805-ə, amma Avstriyanın paytaxtının tutulması eyni şəkildə aiddir. İmperiya elan olunması Fransanın 1804-cü ildə idi. Ona görə atdım, cavab oldu 1A, 2B, yəni Y variantı. Poltava və Borodino döyüşlərinə aid oxşar cəhətlər. Hər ikisi Rusiyanın tarixinə aid idi. Deməli, Y variantı. Birinci Dünya müharibəsində Osmanlıların deməli, qalib gəldiyi döyüşlər. Çanaqqala döyüşündə Osmanlılar qalib gəlmişdi. Kütüləmərdə də qalib gəlmişdi. Sarıqamışda məğlub olmuşdu. Sonmadakı Avropa dövlətlərinə aiddir, Osmanlıya yox. Birinci Dünya müharibəsində Rusların qalib gəldiyi döyüş və yaxud da ki, döyüşlər.
Ona diqqət yetirək. Döyüşlər desək 100% bir neçədən seçməliydik. Sarıqamış döyüşü Rusların qalib gəldiyi döyüşdür. Verden döyüşü Avropa ölkələrinə aiddir, yəni Almanlarla Fransızlara. Tannenburg döyüşündə Ruslar uduzmuşdu. Marna döyüşündə də Alman, İngilis, Fransız idi. Cavab olur bircədən 1. 1914-də baş vermiş döyüşlər. Marna 1914-ün sentyabrı, Jutlandiya 16-da, Soma 16-da, Verden 16-da, Tannenburg 1914-də. Cavab oldu 2 ilə 5. Berlin Konqresinin nəticələrinə görə müstəqil elan edilən dövlətlər, yəni 1878, Serbiya, Çernogoriya, Rumıniya. Baxaq 2, 5 və 4 düzgün cavab hesab olunur. Rusiya məğlubiyyəti ilə bitmiş müharibədə Krım 1853-56-da Osmanlı udmuşdu. Səbəbi o idi ki, İngilis, Fransız Osmanlıya kömək edir, həmçinin Sardiniya. Birinci Rus-Qacar müharibəsi 1804-13-də, burada da Rusiya qalib gəlir. Amma bizə məğlubiyyəti ilə baş çatmış lazımdır. Deməli, Şimal müharibəsi də Rusiyanın qalibiyyətindən baş çatıb 2-4-də atdım. Rusiya-Yapon müharibəsi Rusiyanın məğlubiyyətindən baş çatıb 1-3 düzgündür. Dördlər İttifaqına daxildir kimlər? İtaliya çıxmışdı, Antantaya getmişdi. Bolqarıstan, Osmanlı, Avstriya, Macaristan və Almaniya daxildir. Yaponiyanı çıxıram, Avstriya, Macaristanı götürürəm və Osmanlını da götürürəm. Cavab olur 197-də 2, 3 və 4. Üçlər İttifaqına daxil olmayan dövlətlər. Almaniya daxil idi, Avstriya, Macaristan və İtaliya daxil idi. Ona görə Böyük Britaniya, Fransa, Rusiya, Antant olduğuna görə 2, 3, 5 düzgün cavab hesab olunur. 19-cu əsrin 60-cı illərində baş vermiş hadisələr. Şəhər islahatı 1878. Cənub ştatlarında quldarlığın ləğv olunması. Bu 1863-cü ildir. Ona görə götürə bilərəm. Rusiyada təhkimçilik 1861. Kəndlərin müvəqqəti mükəlləfiyyətli vəziyyətinin ləğvi 1881. Azərbaycanın kənd əsasnamələrinin qəbul edilməsi 1847 var, bir də 1870 var. Atıram, cavab olur 2 ilə 3. 19-cu əsrin ikinci yarısına aiddir. Krım Rusiya tərəfindən işğal olundu. 19-cu əsrin ikinci yarısı, yəni 1851-dən sonra. Krım Rusiya tərəfindən işğal olundu 1783. Bütün Qafqaz Rusiya tərəfindən işğal baş çatdı 1864. Cənubi Qafqaz 1828. Kokan Xivə xanlıqlarının Rusiya tərəfindən işğal olunması da bu da 19-cu əsrin ikinci yarısı dövrünə düşür. Yəni Mərkəzi Asiyada 1895-də işğal olunmuşdur. Birinci Dünya müharibəsində 1914 üçün xarakterlikdir. Alman qoşunlarının Belçikaya soxulması, İdrin sürətli müharibə planı 1 götürürəm. Almanya müharibələr tərəfindən ilk dəfə zəhərli xlor qazından 1915-də istifadə edib, Soma 1916, Tannenburg 1914. Cavab oldu 1 ilə 4. Birinci Dünya müharibəsində 1915-ci il üçün xarakterlikdir. Almanya və müttəfiqləri Rusiyanı məğlubiyyətə uğradıb, onu müharibədən çıxartmağa çalışırdılar. Deməli, Rusiyanın müharibədən vurub çıxartmağa çalışmaq məsələsi deməli, düzgün cavabdır. Ona görə 1 götürürəm. Almanya Belçikaya soxulmağı 1914-dür. Jutlandiya 1916-dır. Almanya ilk dəfə zəhərli xlor qazı və sualtı qayıqlardan 1915-də istifadə edib. Bolqarıstan Antantaya qarşı müharibəyə qoşuldu. Dördlər İttifaqı yarandı. Bu da 1915-dir. Yəni cavab 1-4-5. Birinci Dünya müharibəsinin nəticələrinə aid deyil. Dördlər İttifaqı məğlub oldu. Aiddir. Dünya müstəmləkə sistemi tamamilə dağılmadı. Böhran keçirtdi. Aid deyil ona görə. İkinci Dünya müharibəsindən sonra tamamilə dağılır. Üçüncü Dünya ölkələrinin yaranması. Deməli, İkinci Dünya ölkələrinin yaranması, bunu da götürürəm. Çünki bu İkinci Dünya müharibəsindən sonradır. Soyuq müharibə dövründə Almanya, Avstriya, Macaristan, Osmanlı və Rusiya imperiyaları dağıldı. Birinci Dünya müharibəsi illərində yeni müstəqil dövlətlər yarandı, düzdür. BMT-nin yaranması amma İkinci Dünyadan sonradır. Yəni İkinci Dünya müharibəsi vaxtıdır, 1945-in iyununda. 1860-da Çin ilə İngiltərə arasında imzalanmış Pekin müqaviləsi şərtləri Çin təzminat ödəməsi düzdür. Manchuriyanın Rusiyaya verilməsi yanlışdır. Çində tiryakinin açıq satışına icazənin verilməsi, bu da bu müqaviləyə aiddir. Düzdür, Çində açıq qapılar siyasəti məsələsi də yanlışdır. Bunu Vaşinqton konfransında görürük. Birinci Tiryak müharibəsinin nəticəsində bağlanmış müqavilənin şərtlərinə aiddir. Yəni Nankin. Tayvan adası İngiltərənin himayəsinə keçdi. Deməli, bu yanlışdır. İngilislərə ticarət güzəşti təbii ki də düzdür. İngiltərə qalib gəlmişdi. Hong Kong İngiltərəyə verildi. Bu da düzdür. Çinin ABŞ-a təzminat verilməsi, bu yanlışdır. Söhbət İngiltərədən gelirdi 2-3. Rusiya tarixinə aid azad taxılçılar Aleksandra aiddir, düzdür. Yaponiya ilə müqavilənin imzalanması Rusiya-Yapon müharibəsi düzdür. Böyük dəyənək siyasəti ABŞ-dadır, şanlı inqilabda İngiltərədə cavab 1-2. İngiltərəyə aiddir, Puritan düzdür. Sedan döyüşü Fransaya aiddir, bir də Prusiyaya. Konstitusiyanın qəbul olunması İngiltərədə belə bir şey görməmişik. Dünya Məlxanası 19-cu əsrin əvvəlində İngiltərəyə aiddir.
Eyni ildə baş verib Vətəndaş müharibəsi 1865, Rusiya təhkimçiliyi 1861, Fransa 2-ci imperiyanın süqutu, deməli, Fransada 1-ci imperiya 1804-1814-cü illəri əhatə edirdi. 2-ci imperiya isə 1852-77, 2-ci imperiyanın süqutu 1870-də düşür. Bunu da atıram hələ ki. Kənd cəmiyyətləri haqqında qanun 1865, tabinlər hərəkatı 1850. Deməli, bunu da atırıq. Burada cavab olur 1865-ci il və ABŞ-da vətəndaş müharibəsi də 1865-də baş çatmışdı. Cavab oldu 1-dən 4. Burada da eyni ildə baş verib. ABŞ-ın Cənubi Ştatlarında quldarlığın ləğvi 1863, vətəndaş müharibəsi 61, Zaqita üsyanı 1863, elə 1-dən 3 düzgün cavab hesab olundu. Fransada 2-ci imperiyanın süqutu uğraması 1870, Sipahilər üsyanı 1857-59. ABŞ-da vətəndaş müharibəsinin nəticələri, quldarlığın ləğv olunması, quldarlıq qaydalarının möhkəmlənməsi yanlışdır. Quldarlıq amma ləğv olunur. Homistedlər haqqında qanun 62-dədir. Qərb torpaqlarının quldarlar tərəfindən tutulması. Qərb torpaqlarının quldarlar tərəfindən tutulması, belə bir şey yoxdur. Dövlətin bütövlüyünün bərpa edilməsi, dövlətin müstəqilliyin İngiltərə tərəfindən tanınması 5-də götürə bilərəm. Çünki Cənub Şimal ştatlarının bütövlüyü təmin olunanda hər ikisində də eyni təsərrüfatdan istifadə olunur. Dövlətin müstəqilliyin İngiltərə tərəfindən tanınması amma 1783-ə düşür. Bunu da atıram, cavab olur 1-5. 19-cu əsrin ikinci yarısında ABŞ-da baş vermiş hadisələr Monroe doktrinası 1823. Şimal ştatlarında quldarlığın ləğvi yox, ikinci yarısına düşmür. Cənub ştatlarında ləğv ikinci yarısına düşürdü. Vətəndaş müharibəsi 1865, azad olunma haqqında bəyannamə 1862, cavab 3-dən 4. 19-cu əsrin birinci yarısında İngiltərin iqtisadi inkişafının əsas cəhətləri dünya əməliyyatxanası sənayeyə görə 1, istehsal zəifləməmişdi, amma təmərküzləşmişdi, cəmləşmişdi, yəni 1-dən 3. İqtisadiyyatda aparıcı rolunun kənd təsərrüfatından sənayeyə keçməsi 1-3-4. Xırda və orta müəssisələr üstünlük təşkil etmir, əksinə bunlar cəmləşir və istehsal təmərküzləşir, daha böyük zavodlar yaratmışdır. 212-də cavab olur 1-3-4. 19-cu əsrin birinci yarısında İngiltərədə baş vermiş hadisələr. Xırda burjuaziya və fəhlərin yuxarı təbəqələri seçki hüququ əldə etdi. Bunu götürəmirəm. Bu birinci yarısı yox, 1867-yə düşür. Bunu atdıq. İri sənaye mərkəzləri də parlamentdə tədris olundu. Bunu 1832-yə götürürük. İlk dəmir yolu 1825, ikinci parlament saatı yenə 1867. ABŞ-da vətəndaş müharibəsi dövrünə aid deyil. Avram Lincoln 1860 prezident seçilmişdi. Bu vətəndaş müharibəsi də 61-65-dir. Ona görə 1-i götürdüm. Quldarlığın ləğv olunması 1863 həmin dövrə düşür. Hüquqlar haqqında bil ABŞ-da. Hüquqlar haqqında bil 1791-dir. Bu da aid deyil. 3-ü də götürdüm. Homistedlər haqqında qanun 1862-dir. Cavab olur 1-3. 19-cu əsrin birinci yarısı İngiltərənin iqtisadiyyatı üçün xarakterik olanları müəyyənləşdirək. Dünya əməliyyatxanası idi, düzdür, sənayeyə görə. Sənaye çevrilişinin baş verməsi İngiltərədə, sənaye çevrilişi deməli 18-ci əsrə düşürdü. Sənaye çevrilişinin, yəni söhbət başlamasından gedirdi. Ona görə 2-ni atdım. Aqrar çevrilişin baş çatması, İngiltərədə aqrar çevrilişin baş çatması, bunda atıram çoxdan olmuşdu. Sənaye sahələrində manufakturaların üstünlük təşkil etməsi, əksində manufakturalar üstünlük təşkil etmirdi. Fabriklər yaranmışdı və burada maşın istehsalı idi. Yəni manufaktura amma əl əməyindən istifadə idi. Ona görə 4-də atıram. İstehsalda təmərküzləşmənin baş verməsi düzdür. Cavab 1-5. Birinci Dünya müharibəsində məğlub olmuş dövlətləri xəritədə müəyyənləşdirək. Deməli, Birinci Dünya müharibəsində məğlub olmuş dövlətlər. Burada xəritə çox da aydın görünmür, amma 1 İngiltərədir, 3 Fransadır, 2 Almaniyadır, 4-də Osmanlıdır. Birinci Dünya müharibəsində məğlub olanlar Almaniya ilə Osmanlını götürə bilərik. 2-4. Birinci Dünya müharibəsinə aid uyğunluğu müəyyənləşdirək. Brest-Litov sülhünün imzalanması Rusiya müharibəni tərk etməsi bir düzdür. 1918 martın 3-də Osmanlılara sığınmış Alman hərbi gəmilərinin Rusiyanın liman və gəmilərinə atəş açması, Almaniyanın Rusiya müharibə elan etməsi. Burada 2 yanlışdır tamamilə. Söhbət burada ABŞ gəmilərinin zərər görməsindən getməli idi. Deməli, Almanya özdə Rusiya müharibə elan eləmir, əksi olur. Bir də ki, Almanya İngiltərəyə qarşı deməli, sualtı qayıqlardan istifadə edərkən ABŞ-a zərər vurmuşdu. Bu başqa məsələ. Bir də var idi, Osmanlılardakı Alman qoşunları Ruslara ziyan vurmuşdu. Buna görə Rusiya Almanya müharibə elan etmişdi. Bu ona görə yanlışdır. 1914 Marna döyüşü, Şliffen planının iflas etməsi, İldırım sürətli müharibə planı puça çıxdı. 3-ü də götürürüm. Sarıqamış Osmanlı məğlub oldu.
Erzincan müqaviləsi, Qars Batum, bu Brest-Litovsk aiddir. Göyçay döyüşləri Osmanlının qalib gəlməsi düzdür. Çünki 1918-də düşür. Birinci Dünya müharibəsi də 1918-in noyabrında bitmişdi. Göyçay döyüşləri də yaydadır. Tannenburg 1914-ün avqustundadır. Avstriya qoşunlarının məğlub olması. Bu da yanlışdır. 1914-də Marna döyüşündə Almanların hücumlarının dayandırılması Fransa həlledici məğlubiyyətdən xilas oldu. Bu da düzdür. İldırım sürətli müharibə planı pusat 2-4. Birinci Dünya müharibəsi illərinə aid uyğunluğu müəyyənləşdirək. Mudros müqaviləsi Osmanlı qoşunlarının Azərbaycanı tərk etməsi. Düzdür. 1918 oktyabr Borçalı döyüşləri Alman gürcü qoşunlarının məğlub edilməsi. Bu da düzdür. Kütül Amarədə İngilis qoşunları Cənubi Azərbaycanı tərk etdi. Deməli, Kütül Amarə döyüşünün nəticəsində, yəni deyir, İngilis qoşunları Cənubi Azərbaycanı tərk etdi. Yəni, bunun belə bir nəticəsi yoxdur. Bağdad ətrafında gedən döyüşlər idi. Tannenburgda da Rus qoşunları məğlub olmuşdu. Əksinə 219-da cavab olur 1-dən 2. Birinci Dünya müharibəsinə aiddir. Batum müqaviləsi imzalanması Türkiyənin Azərbaycana daxil olması Türkiyə Respublikası deyildi. Ona görə atıram. Çanaqqala döyüşləri 1915-in altı İngilis-Fransız qoşunları məğlub oldu. Düzdür. Tannenburg Rusların məğlub olması düzdür. Soma döyüşü 1916. Burada ABŞ qoşunları. ABŞ heç müharibəyə daxil olmamışdı həmin vaxt. Ədirnə müqaviləsinin imzalanması 1829. Serbiyaya muxtariyyət hüququnun verilməsi. Bu düzdür. Biri götürüm. 2-ci Mahmudun islahatları Yeniçəri qoşununun ləğv olunması. Bu da düzdür. Trablis müharibəsi Osmanlıların Avropada sonuncu mülkünü itirməsi. Bu yanlışdır. Atdıq bunu. İtaliyanın Osmanlı arasında müharibə idi bu. Afrikadakı sonuncu mülkünü itirmişdi. Balkan müharibələri Osmanlı dövlətinin bölüşdürülməsini başlatması. Bu da yanlışdır. 1-2. Uyğunluğu müəyyənləşdirək. Krım müharibəsi Osmanlı ərazi bütövlüyünün təminatı altına alınması. Deməli, Paris müqaviləsinə əsasən ərazi bütövlüyü təminat altına alındı. Berlin Konqresi Kiprin Böyük Britaniyaya icarəyə verilməsi 1878-də. Austerlitz Fransanın məğlub olması əksinə qalib gəlmişdi. Marna İngilis-Fransız qoşunlarının məğlub olması yox, Almanların məğlub olması. Cavab 1-2-dir. Məktəb və universitetlərə nəzarət artırıldı. Elm adamlarının Avropaya getmələri qadağan edildi. Yalnız zadəgan və məmur övladları orta təhsil ala bilərdilər. Kitablar və mətbuat üzərində nəzarət gücləndirilmişdi. 1-ci Nikolayın dövründə Rusiyada feodal təhkimçilik iqtisadiyyatın tənəzzülünü dərinləşdirdi. Mətnə əsasən Rusiyada dövrün xarakterik xüsusiyyətləri Nikolay hakimiyyətləri 1825-55-ci illərdə idi. Yəni, hər şey nəzarət artırılırsa, təbii ki də senzura mövcuddur. Senzura nə deməkdir? Qəzetlərdə, jurnallarda söz sərbəstliyinin əlindən alınması. Yəni, hər şeyə nəzarətdir. Ona görə 223-də biri götürə bilərik, məsələn. Bürokratik idarə üsulunun mövcud olması. Bu da təbii ki, hər şey nəzarət varsa, bürokratiya var da, tək hakimiyyətlik. Tək partiyalı sistemin mövcud olması. Bu yanlışdır. Bu imperiya dövrüydü, ona görə tək partiya söhbəti ola bilməz. Avropa ölkələri ilə geniş mədəni əlaqələr yanlışdır. Əksinə Avropa dedik ki, getmək qadağandır. Kəndlərin təhkimliyinə əsaslanan mülkədar təsərrüfatı mövcudluğu. Bəli, burada hələ kəndlilərin təhkimçiliyi ləğv olunmamışdı. O 1861-də ləğv olunur. 1-2-5 düzgündür. Bismarckın imperatorla fikir ayrılığına görə 1890-cı ildə istefasından sonra Almaniya dünya miqyasında imperialist siyasətini gücləndirdi. Bu isə onun rəqibləri olan Fransa və Rusiya İngiltərənin yaxınlaşmasına səbəb oldu. Yəni, söhbət Antantadan gedir. Fransa Rusiya ilə ittifaq müqaviləsi imzaladı. Bununla da Bismarck tərəfindən həyata keçirilən Fransanın digər ölkələrlə yaxınlaşmasının qarşısını alması siyasətinə son qoyuldu. Verilənlərə əsasən Almaniyanın həyata keçdiyi xarici siyasəti nəticələrini müəyyənləşdirir. Üçlər ittifaqına qarşı yeni hərbi blok yarandı, yəni Antanta. Fransanın təcrid olunması aradan qaldırıldı, düzdür. Çünki Fransa Rusiyanın və İngiltərənin dostlaşmaya başladı. Almaniyanın işğalçılıq siyasətinə imtinası yanlışdır. Bismarckın güc tarazlıq siyasətinin qorunub saxlanması. Bismarckın heç özü burada hakimiyyətdə deyildi. Cavab 1-2-dir. 1911-13-cü illər inqilabın nəticəsində Mancur sülaləsi devrildi və müvəqqəti konstitusiya qəbul olundu. Yəni, Çində Respublika yarandı. Cavab olur 225-də 1-dən 3. 226. Yaponiyada 19-cu əsrin ikinci yarısında keçirilən islahatlar nəticəsində imperator hakimiyyətinə son qoyuldu. Deməli, Yaponiyada 19-cu əsrin ikinci yarısında hələ də, yəni 1947-də belə imperator hakimiyyətinə son qoyulmamışdı. Bunu atıram. Samuray dəstələri
Yeni tipli ordu ilə əvəz edildi. Bunu götürə bilərik. Burada 2-ni götürdük, düzdür. Nusix Tonis zahatlarına söhbət gedir. Hakimiyyət Tokukova nəslindən keçdi, yanlışdır. Knyazlıqların yerinə prefekturalar, yəni inzibati ərazi bölgüsü deməkdir, yarandı. Qüvvədə olan konstitusiya ləğv olundu. Konstitusiya ləğv olunur. Əksinə 1889-da yeni konstitusiya qəbul olunur. Almaniya birləşdirməsi uğrunda Prusiya krallığı müharibə apardığı dövlətlər. Kimlər, məsələn, Prusiya ilə müharibə aparmışdı deyək. Yəni, Prusiya müharibə apardığı ölkələr burada bir Fransadır 1870-ci ildə. Daha sonra Danimarkada, o Şlezvik və Holşteyn məsələsi. Bir də 1866-da Avstriya ilə müharibə aparmış. Deməli, 1870, 1864, 1866-da müharibələr aparır. Osmanlı dövləti üçün əlverişli şərtlərlə bağlanan müqavilə Sevr bərbad idi. Osmanlı ərazisi bölünməli idi. Rəş müqaviləsində heç Osmanlı yox idi. Rusiyanın Səfəvi idi. 1856 Paris Krım müharibəsində qələbə salınmışdı və Osmanlı ərazi bütövlüyü təminat altına alınmışdı. Brest-Litovskda isə Qars, Sərdan, Batum Osmanlıya qaytarılırdı. Ona görə əlverişlidir 3-4. 19-cu əsrin birinci yarısında ABŞ tarixinə aiddir. Konstitusiyanın qəbul olunması. ABŞ-da konstitusiya 1787-ci ildə idi. İngiltərə ilə sülhün imzalanması. İngiltərə ilə sülh müqaviləsi 1814-cü ildə imzalanıb. ABŞ konstitusiyasına qaradərlilərin ağlarla eyni mülki siyasi hüquqlara malik olması haqqında düzəliş 1866-da, ərazisinin genişlənməsi amma 19-cu əsrin birinci yarısında var. Cavab olur 229-da 2 ilə 4. 130-a baxaq. Hadisə nəticə əlaqələrini doğru və edici cavabı müəyyənləşdirir. 1861-ci il kəndlərin təhkimli vəziyyətinin ləğv olunması haqqında fərman Rusiyada əsas sosial problemlərdən biri olan kəndli məsələsinin tamamilə həll edilməsi. Burada tamamilə sözünə görə yanlışdır. Yəni, aqrar məsələ tam həll olunmadı. 20-ci əsrin əvvəlində Rusiya müstəmləkə xalqlarının milli azadlıq hərəkatının genişlənməsi, çar hakim idarələrinin milli və dini münaqişələr törətməsi bu düzdür. Şeyx Mənsurun başçılıq etdiyi azadlıq hərəkatı yatırıldı. 19-cu əsrin ortasında Rusiyada müxtəlif sahələrdə islahatlar keçirildi. Yəni, burada Şeyx Mənsurun başçılıq etdiyi azadlıq hərəkatının yatırılması ilə bunun heç bir əlaqəsi yoxdur. Bunu atıram. 1904-5 Rusiya-Yapon müharibəsi Rusiyada böhran dərinləşdi. Çünki Rusiya məğlub oldu və bu da onun hərbi cəhətdən geriliyini göstərdi. Deməli, burada xəritəyə baxırıq. 19-cu əsrin 50-ci illərində Rus qoşunlarını məğlub edən dövlətləri xəritədə müəyyənləşdirək. Burada 1 İngiltərədir gördüyümüz kimi, 3 Fransadır, 4 İspaniyadır, 2 Almaniyadır. Deməli, 2 Almaniyadır. Burada Yunanistandır 5. Yəni, əgər düzgün görürəmsə, 19-cu əsrin 50-ci illərində Rus qoşunlarını məğlub eləmişdi. Kimlər? Təbii ki də İngilis, Fransız və Sardiniya. Və Osmanlı eyni zamanda məğlub eləmişdi. Burada 231-də cavab olur 1-lə 3. Otto von Bismarckın Vahid Almaniya İmperiyasının kansleri olduğu dövr üçün, yəni 1871-dən 90-a qədər deyək. Çünki Vahid Almaniyadan söhbət gedir. Şlezvik və Holşteyn ilhaq olunması, bu 1864-dür. Şimali Alman İttifaqı 67, yəni 66-67. Fransanın təcrid edilməsi, Fransanın təcrid edirdi, 3-ü götürə bilərəm. Almaniyanın Antantaya qoşulması, heç vaxt belə bir şey olmayıb. İtaliyanın hərbi ittifaq müqaviləsi 1882-də idi, cavab olur 5. Hadisə nəticə əlaqələrini doğru və edici cavabı müəyyənləşdirək. Tannenberg döyüşündə Almanlar cəbhəni yardı. Mehmandarov Rus ordusunu mühasirəyə düşməkdən xilas etdi. Bu Tannenberg döyüşü baş verib 1914-cü ilin avqustunda və Mehmandarov Lodz əməliyyatında mühasirədən azad etmişdi. Bunun əlaqəsi yoxdur. Bunu getdik. Antanta ölkələri İtaliyaya bir sıra vədlər verdi və İtaliya üzv olduğu hərbi bloku, yəni üçləri tərk etdi. Çanaqqala döyüşləri baş verdi. Fransa və İngiltərə qoşunları Bosfor və Dardanel boğazlarını işğal edə bilmədi. Bunu da atıram. 2-ni götürürük hələ ki. Nuru Paşanın rəhbərliyindən türk qoşunları AXC-yə hərbi yardım etdi. Thomson başçılıqla İngilis qoşunu Bakını tərk etdi. Bunun da aidiyyatı yoxdur. Çünki Thomsonun gəlişi 1918-ci il noyabrıdır. Nuru Paşanın yardımı 1918-in iyununda. 1914-cü ildə Marna döyüşü baş verdi. Almaniya 2 cəbhədə müharibə aparmağa məcbur oldu. Çünki İdrim sürətli müharibə planı puça çıxdı. Hansı hangi yerində isə 1-ci Dünya müharibəsinə aid xronoloji düzgün müəyyən etmiyorlar. Qafqaz Yerli Süvari Diviziyası 1914, Dörtlər İttifaqı 1915, Soma döyüşü 1916, Almaniyada monarxiyanın devrilməsi 1918, Brest-Litovsk müqaviləsi 1918. Amma
Almanya monarxiyanın devrilməsi 1918-ci ilin noyabrıdır, Brest-Litovsk martıdır. Ona görə 4-lə 5-in yerində isə ardıcıllıq düzgün olar. 235-ə baxırıq. Birinci Dünya müharibəsi nəticəsində Avropada yeni dövlətlər yarandı. Düzdür, 4 dənə imperiya dağıldı, onun yerinə yeni dövlətlər yarandı. Dünya müstəmləkə sistemi tamamilə dağılır 2-ci dünyadan sonra. 3-cü dünya ölkələri ifadəsi 2-ci dünyadan sonradır. Üçlər ittifaqı məğlub olmur, 4-lər məğlub olur. Ona görə cavab olur 1. Birinci Dünya müharibəsi dövründə Böyük Britaniyanın xarici siyasəti üçün xarakterlikdir. Xiyabaninin başçılıq etdiyi milli hökumətin süquta uğradılmasına Qacarlara yardım edir. Bu Birinci Dünya müharibəsi dövründə düşmür axı. Xiyabaninin milli hökuməti 1920-dir. Birinci Dünya müharibəsi dövrü 1914-18-dir. Sentrokaspi diktaturasına hərbi yardım edilməz. Sentrokaspi diktaturası 1918-ci ilin avqustun 1-də yaranmışdı və bu da ingilislərin səyi nəticəsində yaradılmışdı. Ona görə 2-ni götürürəm. AXC-nin 3-cü hökumətinin Azərbaycanda yeganə səlahiyyətli hakimiyyət kimi qəbul etməsi. 3-cü hökumət kabineti 1918-ci ilin dekabrında Birinci Dünyaya düşmür. Çanaqqalanı ələ keçirmək üçün plan hazırlamağa düzdür. Ərəb tayfalarına istiqlaliyyət vəd edərək Osmanlı dövləti əleyhinə mübarizə tərk etməkdə düzdür. 2-3-5 düzgün cavab hesab olunur. Döyüşlərin xronoloji Trafalgar 1805, Baradino 1812, Vaterlo 1815, 1, 2, 3 düzgün cavabdır. Döyüşlərin xronoloji ardıcılığı müəyyənləşdirək. Trafalgar 1805, Vaterlo 15, Cümli 1807, Baradino 1812, cavab olur 1, 1805, 3, 1807, Baradino 4, 1812, Vaterlo 1815, 1, 3, 4, 2 düzgün cavab hesab olunur. Xronoloji ardıcılığı müəyyənləşdirək. San Stefano 1878, Şimal müharibəsinin başlaması 1700, bütün Qafqazın Rusiya tərəfindən işğalının baş çatması 1864. Onda ardıcılığa baxsaq, deməli 2, 3, 1 düzgün cavabdır. 2, 3 və 1. Xronoloji ardıcılığı müəyyənləşdirək. Hindistanda Sipahilik üsyanı 1857-59, Çində birinci Tiryaş müharibəsi 1840-42, ABŞ-ın Cənubi Ştatlarında quldarlığın ləğvi 1863, İngiltərədə ikinci parlament islahatı 1867. Burada deməli birinci gətirik Çində Tiryaş müharibəsi 1840, Hindistanda Sipahilər 1857, Cənubi Ştatlarında quldarlığın ləğvi 1863, ikinci parlament islahatı 1867. 2, 1, 3, 4. Üçlər İttifaqının yaranması 1882, Rusiya-Yapon müharibəsi 1904-5, Antantanın yaranmasının başlatması 1907, Birinci Balkan müharibəsi isə 1912. Ardıcılığı götürsək 1, 2, 3, 4 düzgün cavab hesab olunur. 19-cu əsrin 2-ci əsr Rusiyaya aid olan hadisənin xronoloji ardıcılığı. Mülkədar kəndlərin müvəqqəti mükəlləfiyyətli vəziyyətinin ləğvi bu 1881-ci ildə idi. Təhkimçiliyin ləğvi 1861-dir. Məhkəmə islahatının keçirilməsi bu da 1864-dür. Deməli, burada birinci götürərik təhkimçiliyin ləğvi 2, 1861, sonra məhkəmə islahatı 1864, sonra müvəqqəti mükəlləfiyyət 1881, 2, 3, 1 düzgün cavabdır. 19-cu əsrin 2-ci əsrində Rusiyaya aid olan hadisələr. Təhkimçilik 1861, 2-ci Aleksandrın hərbi islahat keçirilməsi 1874, müvəqqəti mükəlləfiyyətin ləğvi də 1881, 1, 2, 3 düzgün cavabdır. ABŞ-da baş vermiş hadisənin xronoloji ardıcılığını müəyyənləşdirək. Cənubi Ştatlarında quldarlığın ləğvi 1863, Monroe 1823, Konstitusiya 1787-ci ildə 3, 2, 1 düzgün cavabdır. ABŞ-da baş vermiş hadisənin xronoloji ardıcılığı. Azad olma haqqında bəyannamə 1862, böyük dəyənək siyasətinin tətbiq olması 20-ci əsrin əvvəlində, Gent müqaviləsi də 1814-cü ildə idi. Burada ardıcılığa baxsaq birinci 3-ü götürürük. Daha sonra 1, sonra da 2. Xronoloji ardıcılığı müəyyənləşdirək. Osmanlı dövlətində İttihat və Tərəqqi Cəmiyyəti 1889, Balkan İttifaqı 1912, 1-ci Süleyman Qanunun Avstriya müqaviləsinin imzalanması. Bu Avstriya müqavilə imzalanması 1533, Konstantinopolun İstanbul adlandırılaraq Osmanlı dövlətinin paytaxtına çevrilməsi 1453-cü ildə idi. Ona görə də biz ardıcılığı birinci gətiririk 4, sonra 3, yəni birinci 1453, sonra 1533, sonra İttihat və Tərəqqi 1889, sonra da Balkan İttifaqının yaradılması, bu da 1912-ci ildə idi, Balkan müharibəsi. Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisənin xronoloji ardıcılığı. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-i Xüsusi Cənubi Qafqaz Komitəsi komitə də yaranmışdı, yəni fevral inqilabından sonra 1917 martında.
Böyük Britaniyanın Almaniya müharibə elan etməsi 1914-də, Brest-Litovsk müqaviləsi 1918 martın 3-də. Birinci üçü götürürük, çünki 1914-dədir. Xüsusi komitə 1917-dədir. Deməli, Brest-Litovsk müqaviləsi 1918 martın 3-də, Azərbaycan Xalq Cümhuriyyəti 1918 mayın 28-i 3-2-4-1 düzgün cavabdır. Şimali Almaniya İttifaqının yaranması 1866, Dördlər İttifaqının meydana gəlməsi 1915, Üçlər İttifaqı 1882, Ümumi Alman Konstitusiyasının qəbul edilməsi. Yəni, Ümumi Alman Konstitusiyasını qəbul etməsi də olur 1871-ci ildə. Baxırıq ardıcılığa. Deməli, Şimali Alman İttifaqını götürürük birinci, sonra Konstitusiyanı götürək. Daha sonra Üçlər İttifaqının yaranması, sonunda da Dördlər İttifaqı yaranması. 1, 4, 3, 2 düzgün cavabdır. Xronoloji ayrıcılığı müəyyənləşdirir. Rusiyada monarxiyanın devrilməsi 1917, Portsmut müqaviləsinin imzalanması 1905, Rusiya Birinci Dövlət Dumasının çağırılması 1906, deməli, Xüsusi Cənubi Qafqaz Komitəsinin yaradılması 1917. Amma birinci, deməli, bu monarxiya devrilir, sonra komitə yaranır. Baxırıq ardıcılığa. Deməli, Portsmut müqaviləsi 1905 idi, Birinci Dövlət Duması 1906. 2 ilə 3 belə götürürük. Birinci monarxiya devrilir fevralda, komitə yaranır martda. 2, 3, 1, 4 düzgün cavabdır. Xronoloji ayrıcılığı müəyyənləşdirək. İstiqlaliyyət bəyannaməsi 1776, 4 il. İngiltərədə hüquqlar haqqında 1689. Osmanlıda Yeniçər ordusunun ləğvi 1826. Təhkimçiliyin ləğvi haqqında əsasnamə 1861. Ardıcılığa baxaq. Birinci ikini götürürük 1689-cu ildə. Sonra İstiqlaliyyət bəyannaməsi 1776-cı ildə. Sonra deməli Yeniçərin ləğvi olsun 1826. Sonra da təhkimçilik 1861. 2, 1, 3, 4 düzgün cavabdır. Dövlətlərdə Respublika quruluşunun yaranması xronoloji ayrıcılığı. Çin 1911-13 deyir. Türkiyə 1923. ABŞ 1776. Hindistan 1950. Ardıcılıqla geçsək, birinci olsun ABŞ 3, sonra Çin, sonra Türkiyə, sonra Hindistan. Deməli, 251-də də cavab oldu 3, 1, 2, 4. Birinci Dünya müharibəsinə aid hadisələrin xronoloji ayrıcılığı müəyyənləşdirək. İtaliyanın Antanta tərəfindən müharibəyə qoşulması 1915. ABŞ-ın Almaniyaya müharibə elan etməsi 1917-nin apreli. Almaniya Fransaya müharibə elan elədi 1914. Mudros barışığı 1918. Birinci üçü götürürəm 1914. Sonra İtaliya qoşulsun 1915. ABŞ müharibə elan eləsin 1917-də. Sonda da Mudros barışığı oktyabrın 30-u 1918-ci ildə 3, 1, 2, 4. Düzgün cavabdır. Birinci Dünya müharibəsinə aid hadisələrin xronoloji ayrıcılığını müəyyən edin. Rusiyanın müharibədən çıxması 1918 martın 3-ü Brest-Litovsk, Soma 1916, Dördlər İttifaqı 1915, Almaniya Rusiya müharibə elan elədi 1914, 4, 3, 2, 1 düzgün cavabdır. Xronoloji ayrıcılığı müəyyənləşdirir. Şimali Alman İttifaqının yaranması 1866, Viyana Konqresi 1814-15, Üçlər İttifaqı 1882, Bismarck Danimarkanı məğlub elədi 1864-də. Onda birinci ikini götürürük. 1815 deyək. Daha sonra deməli Bismarck Danimarkanı məğlub elədi 1864-də, Şimali Alman İttifaqı 1866-da, Üçlər İttifaqı 1882-də 2, 4, 1, 3 düzgün cavabdır. Xronoloji ayrıcılığı müəyyənləşdirir. Osmanlı dövlətinin hərbiliyin sisteminin ləğvi. Deməli, Osmanlıda hərbiliyin sistemini ləğv edən 2-ci Mahmuddur. O da 1830-cu illərə düşür. Yaponiyada İç Konstitusiya 1889, Hindistan Milli Konqresi 1885, Waterloo 1815. Deməli, onda biz götürürük birinci Waterloo döyüşü 1815. Daha sonra Osmanlıda hərbiliyin sistemi ləğvi 1830-cu illər. Hindistan Milli Konqresi 1885, Yaponiyada İç Konstitusiya 1889, 4, 1, 3, 2 düzgün cavab hesab olunur. Xronoloji ayrıcılıq Rusiya imperiya oldu 1721, Niştat müqaviləsi. Müqəddəs Rom imperiyasının yaranması 962, Fransada 2-ci imperiyanın yaranması 1852, Sedan 1870. Deməli, baxırıq birinci Müqəddəs Rom imperiyası 962-ci ildə. Rusiya imperiya oldu 1721-ci ildə. Fransanın 2-ci imperiyası 1852-ci ildə.
Sedan fəlakətdə 1870-ci ildə. Cavab 2, 1, 3, 4. Uyğunluğu müəyyənləşdirək. 1889, 1995, 1787 ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsi. 1995. Noyabrın 12-si. ABŞ Konstitusiyası 1787. Bu bedir. Daha sonra Yaponiyanın iç konstitusiyasının qəbul olunması 1889. Osmanlı dövlətinin iç konstitusiyasının qəbul edilməsi 1876. Nankin müqaviləsi də 1842. Cavab olur 1C, 2A, 3B. Uyğunluğu müəyyənləşdirək. 1860, 1700, 1812. Şimal müharibəsinin başlanması 1700. Sultanbud döyüşü 1812. Lincoln ABŞ prezidenti seçildi 1860. Taipinlər dövlətinin süqutu 1850-64 idi. Bunu çıxdım. ABŞ tərəfindən Monroe doktrinası 1823. Cavab 1C, 2A, 3B. Uyğunluğu müəyyənləşdirək. Taipinlər sipahilər 19-cu əsrin ikinci rübündə başa çatması. Deməli, Taipinlər olur 1850-64, yəni baş çatması 64-də düşür. Sipahilər 57-59-dur, o da 59-a düşür. 19-cu əsrin ikinci rübü də 1826-dan 1850-yə qədərdir. Deməli, 19-cu əsrin ikinci rübündə başa çatması 1850-yə qədər baxaq görək hansı uyğun gəlir. Heç biri, ona görə anlatdım. Hindistan tarixinə aid olmalı. Taipinlər, sipahilər Hindistana aiddir, Taipinlər Çinə. Beni götürdüm buna. Nankin müqaviləsi də baş çatıb Tiryək müharibəsi. Bunu atıram. Yatırılmasında İngilis, Fransız və ABŞ silahlı qüvvələrinin böyük rol olması. Taipinlər. Qadınlara hüquq bərabərliyinin verilməsi. Taipinlər. Deməli, burada cavab olur 1D, 2də B. Taipinlərlə birinci Tiryək 19-cu əsrin 50-ci illərində başlaması. Birinci Tiryək 1840-42-dir. Taipinlər hərəkəti 1850-64-cü illərdədir. Ona görə Taipinlərin başlamasını götürə bilərəm. Vergilərin tamamilə ləğv edilməsi. Belə bir şey ümumiyyətcə yoxdur. Vergilər heç arada tamamilə ləğv olunub. Qadınlara hüquq bərabərliyi Taipinlərdədir yenə. Hindistan tarixinə aid olması, bunların heç biri Hindistan tarixinə aid deyil. Taipinlər də Tiryəkdə Çinə aiddir. Nankindən başlatmaq birinci Tiryəkə aiddir. Cavabı 1A, 2E. Rusiya 1905, 1858, 1844. Amurun sol sahilinin öz ərazisinə qatması. Aygı müqaviləsi 1858. A-nı götürdüm 2-yə. Birinci Rus inqilabının başlaması 1905-7-ci illər. B-ni götürdüm 1-ə. Məhkəmə islahatının keçirilməsi 1864-cü ildə idi. Qafqaz danışıqlığı vəzifəsinin təsis olunması 1844-dür. Şimali Qafqazın işğalının başlatması 1864-dür. Cavab olur 1B, 2A, 3D. 19-cu əsrin ikinci yarısı Hindistan, Çin, Yaponiya. Tsuyogun rejiminin iflasa uğraması. 19-cu əsrin ikinci yarısında Mutsixiton dövründə Yaponiya düşür. A-nı götürdüm. Siyangan, yəni Hong Kongun Fransanın sərəncamına keçməsi. Hong Kong Fransaya yox, İngiltərəyə keçmişdi. Ona görə B-ni atıram. Sipahilər üsyanının baş verməsi Hindistana aiddir. Tayvan və Kore üzərində nəzarətin itirilməsi Çinə aiddir. Konstitusiyanın qəbul edilməsi Yaponiyaya aiddir. 1889-dur deyə. Cavab olur 262-də 1C, 2D, 3AY. Sülh müqavilələri 1856 Paris müqaviləsi və Brest-Litovsk müqaviləsi 1918-ci martın 3-də idi. Yunanistan müstəqil əldə etdi. Bu Ədirnəyə aiddir. Rumıniya və Bolqarıstan müstəqil oldu. Bunların heç birinə aid deyil. Rusiya Qaradənizdə hərbi donanmaya sahib olmaq hüququna məhrum edildi. Bu aiddir Paris müqaviləsinə. Rus Çar Aleksandrın dövrü. Rus Çar Aleksandr 1-ci Aleksandr 1801-1825-ci illərdə idi. Bu da heç birinə aid deyil. Qarsardan batma Osmanlılara qaytarılması Brest-Litovskaya aiddir. 263-də cavab olur 1C, 2E. Uyğunluğu müəyyənləşdirək. Birinci Dünya müharibəsi İngilis qoşunlarının məğlub olması. Çanaqqala döyüşündə İngilis qoşunları məğlub olmuşdu, düzdür. Yorktown döyüşündə, deməli, Yorktown döyüşündə deyil, İngilis qoşunları məğlub oldu. Bu da yanlışdır. Kütülanlarda İngilis qoşunları məğlub olmuşdu. Bunu götürürəm AC-ni. Rus qoşunları məğlub olmuşdu Marnada. Marnada Almanlar məğlub olmuşdu. Tannenburg döyüşündə isə Ruslar məğlub olmuşdu. Sarıqamış döyüşündə Ruslar qalib gəlmişdi. Cavab bu 1AC, 2B.
ABŞ prezidentləri Abraham Lincoln, Theodore Roosevelt, Woodrow Wilson. Abraham Lincoln deməli konstitusiyanın qəbul edilməsi. Bu konstitusiyanın qəbul edilməsi olur 1787. Heç onda ABŞ prezidenti yox idi. George Washington 1789-da gəlib bunu atdı. Monroe doktrinasının qəbul edilməsi. Bu da bunların heç birinin aid deyil 1823-dədir. ABŞ-da vətəndaş müharibəsi Abraham Lincolnun dövrünə düşür. C-ni götürdüm 1-ə. Böyük dəyənə Theodore Roosevelt-ə düşür. D-ni götürdüm 2-yə. Hakimiyyət dövrü yeni demokratiya Woodrow Wilson, yeni də götürdüm 3-ə. Cavab oldu 265-də 1C, 2D, 3-də Y. Xəritədə verilmiş dövlətlərə aid uyğunluğu müəyyənləşdirək. Xəritədə verilib nə? 1 Fransa, 2 Almaniya. Siriyaç müharibəsində iştirak edib Fransa. 1-ə A-nı götürürəm. Schlieffen planının hazırlanması. Schlieffen Almaniyanın ildırım sürətli müharibə planı idi. B-ni götürürəm. 20-ci əsrin əvvəlində kapital ixracına görə dünyada birinci yerdə olmağı. Kapital ixracına görə dünyada birinci yerdə olan, yəni bunların heç biri deyildi. Birinci Dünya müharibəsinin baş çatması ərəfəsində monarxiyanın devrilməyi. Almaniyada monarxiya devrilir noyabrın 3-də. Müharibə də baş çatır noyabrın 11-də. Ona görə D-ni də 2-yə götürürəm. Çanaqqale döyüşündə məğlub olmaq İngilislə Fransa aiddir. Ona görə burada 267-də də 266-da cavab oldu 1A-yı 2B-dir. 267-yə baxırıq. Berlin Konqresinin qərarlarına uyğunluğu müəyyənləşdirək. 1. Rusiya 2 Osmanlı müqəddəs ittifaqının yaradılmasını təklif etmişdir. Deyək ki, müqəddəs ittifaqının yaradılmasını təklif edib. Bunlardan heç biri. Qaradənizdə donanma saxlamaq hüququnu bərpa edib 1871-də. Berlin Konqresi yox, London konfransında. Serbiya və Rumıniya müstəqillik verilmişdi Berlin Konqresində. Kim müstəqillik vermişdi? Təbii ki də burada müstəqillik verən Osmanlı idi. C-ni götürürəm, çünki Osmanlı məğlub olub. Bosniya-Hersegovinanı idarə etmək səlahiyyəti almışdır. Avstriya ilə Macaristan bunu atdım. Qars vilayətinə sahib olmuşdu. Qars Sərdan Batum Rusiyaya keçmişdi. Cavab olur 1Y, 2C. 268-ə baxırıq. 1856-da Paris müqaviləsinə aid uyğunluq yenə 2 olur Rus, 1 olur Osmanlı. Polşanın bir hissəsini ələ keçmişdi 1856-da. Burada ümumiyyətlə Polşanın bir hissəsini heç kimə də keçmir. Çünki Rusiya məğlubiyyətə uğrayır. Rumıniya müstəqilliyini tanımışdır. Belə bir şey də yoxdur. Burada atıram. Ölkənin ərazi bütövlüyü təmin olundu Osmanlının. Qaradəniz sahilində qadalara sahib olmaq hüququndan məhrum olundu Rusiya. Elzas Latringiyanı itirmək məsələsi də ümumiyyətcə Fransaya aiddir. Bunu da atıram. Cavab olur 1C, 2D. Belə əziz abituriyyentlər, əgər daha çox video izləmək istəyirsinizsə kanalıma abunə olub videoları bəyənib şərh yazmağı unutmayın.